Hürriyetim, şan şöhretim, Azerbaycan sen benim. Hürriyetim, şan şöhretim, adım benim öz adımdır. Sensiz benim ne kıymetim. Adım benim öz adımdır. Sensiz benim ne kıymetim. Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan. Nefesimiz babeklerin, sabirlerin gül nefesi. Nefesimiz babeklerin, sabirlerin gül nefesi. Mahnımızda yaşar bizim babaların ayak sesi. Mahnımızda yaşar bizim babaların ayak sesi. Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan. Biz tarihe sığınmadık, dünen vardık, bugün varız. Biz tarihe sığınmadık, dünen vardık, bugün varız. Biz dostluğa güvenerek geleceğe adımları. Biz dostluğa güvenerek geleceğe adımları. Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan. Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan. Azerbaycan, Azerbaycan, yaşa yaşa Azerbaycan. Azerbaycan. Salamlar, saygılar əziz eşidənlərimizə, dünyanın hər yerindəki bizləri eşidirsiniz. Türk dünyasının gizli kitabı Qutat Qubilik bərnaməsinin ikinci bölümü və 56-cı cələsəmizdəyik. Cun ayının 27-sidir, 2026 ilindəyik. Bərnaməmizin zamanı bildiyiniz kimi 2 saatdır. Bu nədənlə dərhal Aydötür Rəhim Ağbayraq cənablarını eşidəcək. Ancaq əgər qısa bir söhbət Özgür bəydə və ya Kimya xanımda olsa, mayklarını aça bilərlər və bir qısa onları da eşidə bilərik. Əgər söhbət vardı Özgür bəy, maykınızı açın. Çox gözəl. Yaşasın deyirəm Əliyar bəy. Bütün bizim yoldaşlarımıza salam. Kimya xanım başda olmaqla Dötür Rəhim Ağbayraq və bütün yoldaşlar ki, indi hazırlı və sonra səsimizi eşidəcəklər, hamınızına salam. Mən Əliyar bəy yoldaşların qulluğuna çatdırım ki, bu an bizim səsimiz radiodan, Haray radiosundan gedir. Haray radiosunu dostlar eləyə bilərlər. Türkmen Aləm mahvarəsindən 52 dərəcə şərqi Yahdətdən indi əlan dinləyələr və səsimizi 2 saytımızdan haray.net və harayradio.net və TuneIn radio application'ından və YouTube'dan eşitsinlər. Əliyar bəy, buyurasınız. Çox məmnunam, çox sağ olun. Xoş gəldim deyirəm bir daha. Sayın Rəhim bəy cənablarının əgər mayk vardı, maykınızı aça bilərsiniz. Buyurun. Salam. İran'da olan yoldaşlar, cezası xeyir olsun. Dünyanın o bir yerinde olan
dostlarımız. Könlünüz şad olsun, ürəyiniz açıq olsun, üzünüz gülər olsun inşallah. Biz bu günlərimə 2000-ci bölümə yetişirik. Qutadğı bilikdən. O cür ki, keçən bölümdə biz danışdıq. Əgər bir cavanı indi xiyabanda dayandırasınız, deyəsiz ki, Şahnaməni tanısan, əlbəttə ki, Şahnamə deyəcək Firdevsunundur. Deyəsiz ki, türk dilinin ədəbiyyatında Şahnaməni tanırsınız, bunu yəqinən tanımayacaqlar. Yəni dünyanın bütün ədəbiyyatından bəlkə neçə dənə ad apara bilərlər. Hindistandan ad apara bilərlər, Meksikdən ad apara bilərlər, Rus ədəbiyyatından, Ərəb ədəbiyyatından, hətta şayad türkiyəlilərdən neçəsini tanıyarlar. Amma bu kitab məğful olubdur, səbəblərini keçən bölümdə araşdırdıq, dedik. Və bu günlərimə direkt müstəqim gedirik mətni bu kitaba. Bəlkə çoxları konskav olublar, maraqlı olublar ki, bu kitabda nələr yazılıbdır. Mən səhifə 422-dən başlanğıc başlayıram. Deyir, insan üçün ən xeyirli miras sözdür. Miras sözə əməl etməyi faydası 100-dür. O adamlar ki, bu mətləbi bu günlərimə, bu gecə eşitmirlər, o adamlarla sizin heç fərqiz yoxdur, məgərin ki, bu sözləri ki, eşidilir bu gecə, bunlara əməl olunur. Yəni, bəşəriyyət, məsələn, fərz edeyim, sirçə ilə insanın, bəşərin nə fərqi vardır? Sirçə, nəsl be nəsl, milyonlar ildir, yüz minlər ildir, bu Korədə hangi zamandan ki durur, öz təcrübələrin beyninin bir bölümündə olur, qərizə əsasında daşır, o birilərə paylaşır, gedir qabağa və bir sirçə bilir ki, nə cür yumurta qoysun, nə cür yuva düzəltsin, nə cür kimdən qorxsun, kimdən qorxmasın, soyuqdan neynəsin, istidən neynəsin. Bunları qərizi surətdə gedir. Bütün qurdlardan, tutun yer qurdundan ta böyük canavarlar, məsələn, fillərəcən. İnsan təkcə mövcuddur ki, nə qərizə, bəlkə üçün natiq heyvandır, yəni Tanrı bunu danışıqla, sözlə bəsləyib, müzəyyən eləyib, bəzəyib, insan sözlə bir-birinə təcrübələrini yetirə bilibdir. Və o əsasda, əgər bir insanın, bir toplumun, bir bəşəriyyətin istəsək, varlığını heç eləyək, təcrübələrini heç eləyək, əsən yox eləyək, nabud eləyək, lazımdır ki, ilk onun dilini aradan aparaq. İki, onun ekimin, fərhəngin aradan aparaq. Yəni, keçəcaqla, gözəştiqanla, mirasla, ata-baba sözü ilə, şeirlə, hikmətlə bunun əgər ilgisini qıra bilsək, biz o topluma müsəllət olduq, istismar elərik, o toplumun nə mənəsi var, var yoxun əlindən ala bildik. Məsələn, bizim türk dilində deyir ki, 1000 dəfə ölçərlər, bir dəfə biçərlər. Bu məsəldir da. Heyf olsun ki, indi mən Cərcavanda birdən klasda olanda soruşuram ki, 1000 dəfə ölçərlər. Söyürəm ki, kəsirin eşidəm də gələrlər uşaqlar. Görürəm ki, məbhut mənə baxırlar. Yəni, bir çox məşhur ata-baba sözün, hələ demirəm o çətinləri. Lap o məşhur təcrübəyi, nəsl-ha və niyakan ata-babalarımızın təcrübələrin hələ onu bilmirlər ki, mənə desinlər. Bu, oradan gəlibdir ki, insana deyibdir ki, bəşəriyyət bu nəsl, yəni nəsl bir nəsl, bu nəticəyə yetişibdir ki, biz bir zadı görməmişdən qabaq, onu gərək düşünək. Məsələn, xəyyatlar bunu qəşəng bilərlər də, birinin koşalvarlığı əgər kəssən, dar gəlsə, böyük gəlsə, neynəmək olar onu? O parça heç olub, ona görə deyiblər. Misaldır da, təmsildir ki, bunu ölçərlər neçə dəfə, düz olandan sonra biçərlər. Yəni, bir işə baş vurmamışdan qabaq, bir evliliğə baş vurmamışdan qabaq, hər kiçik böyük işi görməmişdən qabaq, insan gərək düşünə. Bu hikmətləri bu kitablarda gətiriblər. Vaxtı bizim cavanlarımız bunların yerinə gedərlər Babis Fənziyə, yəni gedərlər ataro oynamağa, bu nəsl boşalır. Və bu nəslin başına yoxsulluq gələr, avaraçılıq gələr, mühacirət gələr, pulsuzluq gələr, ərziş
pul milleti yenər, pasportun ərzishi yenər, mühit zisti dağılar. Özü də bilməz niyə belə olur. Həmişə də özündən sual soruşar ki, nə oldu? Niyə bu cür olmuşuq? Baxın, biz əgər sahibi tanımayaq, Nizaminin şeirlərini bilməyək, Şəmsin şeirlərini tanımayaq, Nəsimi, Raci, Fuzuli, hətta Şəhriyar, biz irtibatımız qət olur da. Yəni bu təcrübələrlə irtibatımız qət olur. Bu kitab Qutadğı bilir, 1000 il bundan qabaq neçə min ilin təcrübələrin oturmayıb Yusif Balasaoğlu ki, bir şeir kitabı desin. Bəlkə qabaqçı nəsillər istəyibdi öz hakimlərinə ilətirsin, yetirsin, həml eləsin və onda məsələn vaxtı birdən görürsüz Şəhriyar deyir ki, düz vaxtda dolar taxta tabaq ədviyyə ilə onda ki nənəm sancılanar, zəncəfil olmaz. Bu şeir deyir ki, bu təcrübədir. Nə yaxşı ki, hələ Şəhriyar bunları yığdı. Bacadan şal sallamaqdan tutdu, yumurta boyamaqdan, naxışdan, bunların hamısını şeirlərində gətdi. Bizdə bir o hafizəyə cəm'i keçəcək bir yarandı, bir balaca yarandı və biz də bu kitabları demaqla öz ekinimizdə, fərhəngimizdə, Azərbaycanda çalışırıq. Düzdür, bunları şayad 5-10 min nəfər qulaq asır. Çox daşlar saat deyəndə 20 min nəfər buna qulaq asır. Bir 200 min nəfər, 500 min nəfər, 1 milyon nəfər də əslən Instagram səhifələrində buna baxsınlar. Mən çox sevinirəm ki, bu son zamanlarda elə Eliyar bəyə, Üzgür bəyə də gərək təbrik deyəm ki, milyonlar, neçə 10 milyonlar eləyə bilirlər, onların səhifələrini izləsinlər və hətta bəzən baxıram görürəm ki, bu mənim Instagramım başımıza çərkət ötmürük ki, o məskərəbazlıq eləyənlər, birdən görürsən biri oynayır, bir əda verir, bir qışqırır gedib buradan məsələn ayrı ölkədə metroda birdən qışqırır. Biz bunu gərək vaqe'bin, realist olaq da. Bizim peyjlər ki, tarixi, elmi, çox ciddi peyjlərdirlər. Çox ciddi söhbətlər burada keçir. Bir dənə 1000 illik bundan qabaq ədəbiyyat şahkarından Qutadğı bilikdən danışırıq. Kimin hövsələsi var topu boşluya, gələ buna baxa. Vaxtı mən baxıram görürəm, məsələn, keçən videoma neçə 100 min nəfər baxıbdı. Bu ürəkdən şad oluram ki, bəs bizim cavanlarımızda bu maraq ədəbiyyatlarına, dillərinə, fərhənglərinə yaranıbdı. Ona görə çox ümidvar gərək olaq, çox. Çünki bir ilə bir deyir ki, deyək ki, bir ilə birdir, yox. Məsələn, deyirsən, birini öldürdüm. Qalıb bu birinci öldürürsən, bu milçək ola, doğuz ola, ya bir insan ola. İndi deyək yox, bir ilə birdir, yox, orada çox fərq gəlir. O followerlərlə, bu followerlər, o izləməklə, bunun neçə 100 min nəfər ki baxır bu videolara, bunun ərzişi daha çox yüksəkdir. Henry Ward Richard bu keşiş idi 19-cu qarnıda. Deyirdi ki, özünə çətin tut, özgəyə asan tut. Yəni bu kitab Qutadğı bilir ki, istəsəz mən xülasə eləyəm, başda deyəm bu kitab nə mənədir. Bu istir hakimləri o qırbaçla, o şallaqla ruhlarını tərbiyyət eləyə. Deyə nə mənə pisdir, nə mənə yaxşıdır. Ta o millət, o toplum varlı ola, asayişli ola, rifahlı ola, səadətli ola, yaxşılıqda ola. Bu kitab qutbunəmadır. Yəni bizə bir nəxşə göstərir, bir yol göstərir ki, yaşam tərzi necə olsun və hökmranlıq necə olsun. Kaş mənim bu voice-umu o yoldaşlar ki eşidirlər, öz idarələrinin başçılarına, bankların rəisinə, bilmirəm, hakimlərimizə, şurayı şəhrə, nümayəndə məclisə bir şəkildə bunlara göndərərlər. Çün onlar bunları eşitsələr, onların təslimlərində və baxışlarında, cəhonbeynilərində təsiri qoyacaqdır ki, nəticəsi müstəqimən bizim cəmiyyəmizə yetişəcək və biz müəllimlərin də işi elə budur ki, bunları yetirək bilələrinə. Anton Raminzi əlbəttə bu sarı peyjlər, sarı sözlər gələndəkindən puldar olun, bilmirəm, müvəffəq olun, kişiləri tanıyın, arıqlayın, bu cür sözlər gələndən bunlar çox tip oldular da. İndi bu sarı peyjlər çoxdular, sarı mətləblər çoxdular və hələ 30 il bundan qabaq ki, bunlar hələ mod dəyirdilər. Mən yadıma gəlir ki, bir kitab var idi, Sərnişinlə görüş adında Antoni Robbins yazmışdı. Bunun səhifə 38-də yazmışdı ki, model sazi, yəni ülgü yaratmaq
bəxtəvərliğin, səadətin yoludur. Biz hər nə işləyirsək, istəsək bir dənə pinzi açaq. O günlərimə bir pişmiş piç var idi. Mən açamırdım. Bir cambur var idi. O dedi mən qoy açım. Piç quşunu qoydu piçin bıcağına, əyri qoydu. Çəkişlə bir dənə vurdu, açıldı. Hətta bir dənə piç aşmaqdan, bir dənə maşın düzəltməkdə, bir məmləkəti idarə etməkdə əgər ülgü yaratsaq ki, bunlar nə cür hakim olublar, nə cür səadət yetiriblər millətlərin, bizim də onda eləyə bilirik səadətə yetişək. Hər inqilabda, hər haqqı bəşəri ələ gətirməkdə, hər hətta bir dənə peyci yaratmaqda, bir nəfər istəyir peyci çox qəşəng keçsin qabağa. O da gərək ülgü yaralda və o ülgülərlə də ki biz eləyə bilirik başarışıqlı olaq. Səfhə 157-də deyir harda idrak olsa, orada ululuq olar, yəni böyüklük olar. Kimdə birlik olsa, o böyük olar. Bərxəlaf bir ki, bizim türk yoldaşlarımız deyərlər ki, bizdə birlik yoxdur, himmət yoxdur, filan yoxdur. Mən çox fars yoldaşlarımdan bunu eşitmişəm, kürd yoldaşlarımdan bunu eşitmişəm ki, onlar həsrətlə deyərlər, sizin Azərbaycan, siz türklər bir-birinizin dalınızda bətər durasınız. Mən bunu görmüşəm eynə, ayrı şəhərlərə ki, bir zamanlar çox davər çağırardılar, karikatur ərsəsində gedərdim, lap bala şəhərlərdən böyük şəhərlərə dəfələr gedərdim. Orada mən görərdim türklərə bu baxış vardı. Napoleon Hill bir dənə Nərdivanı Başarı kitabında orada yazır ki, səhifə 144-də yazır ki, 12 sərbaz, 12 əskər ki, düz eğitim görələr, amuzəş görələr, birliklə çalışmaqla eləyə bilərlər 1000 nəfərlik bir ləşkər, bir qoşunu ki, onun başçısı ya sazmandehliği olmaya, onda eləyə bilərlər, ona piriz olsunlar, onu ussunlar. Dəfələr bunu mən demişəm, yenə də deyəcəyəm. Bizim böyük iradımız budur ki, başlanışda çox yaxşıyıq, əvvəlini bətər söyüyük, hər yerdə yazaq, əvvəlin başladı. 2000-sində dayanırıq, 3000-sü yubanar, 4-cüsü heç getməz qabağa. Və əgər bir 56-cı Clubhouse siz görürsünüz, bilin ki, ürəklərdə bir məşəli yanır, bir hədəfi vardı ki, eləyə bilib çox çətinliklərlə buna 56-ya yetirsin. 167-ci səhifədə nə mənələr yazır? Yazır, biliklə göyə də yol tapmaq olar. Baxın, bu sözü 1000 il qabaq deyir. 200 il bundan qabaq deyirdilər, havadan nə mənə ağır olsa göydə dayanmaz. Danışmən belə deyirdi. Və mənim rəhmətli böyük anam deyərdi ki, bizə uşaqlıqda deyərdilər ki, dəmir parçası bir gün göydə olacaq axır zamanda. Və indi mən hava peymanı görürəm, uçağı görürəm, göydə gedir. İndi gülərdi ki, indi bu olubdu, axır zamana yaxınlaşırıq. O zaman 1000 il qabaq heç bir nəfərin zehnindən keçməzdi ki, göydə bir zat dayana bilsin, kayıt olsun, bilmirəm, uçaq olsun. O zaman bunu Yusuf Balasağunlu deyib, biliklə göyə də yol tapmaq olar. Əgər o indi o sözü deyib, bilmirəm, zamanda səfər eləməkdir, kəhkeşanı döyür vurmaqdır, siyahçalara girməkdir. Bəli, biliklə mən deyirəm ki, pəs əgər 1000 il qabaq bu düşüncəyə, bu baxışa sahib idi, indi biz deyə bilirik ki, bəli, biliklə hər yerə yol tapmaq olar. Əslən bilirsiniz, indi danışmənlər nə mənə deyirlər? Bu yeni danışmənlər deyirlər ki, 10 il sonra bu bilikdir, bu danışdır ki, bir insanı qüdrətli, güclü eləyəcəkdir. Hər kəsin savadı və gücü çox olsa, o adamdır ki, danışı çoxdur. Hər kəsin gücü çox olsa, o adamdır ki, savadı çoxdur. Huş məsnui gəlibdir. Xoş, huş məsnui heç köməklik eləməz biliksiz adama. Mən keçən həftələr idi gördüm ki, bu amuzişgahı, nəqqaşi hamısı bir tipdə elə tapşırmısan bir tərraha. Bir dənə təsvir poster işləyiblər. Bir tərəfdə bunları yazıb, bir tərəfdə bunları düzüb, bir-birlərinə çox oxşardılar. Gördüm bunlar hamısı veriblər huş məsnuiyə və hamısına bir şəkildə, yəni deyiblər mənə bir dənə amuzişgahıma bir dənə poster tərrah elə eyni həm. Amma bir nəfər, bir dənə ayrı bir ustad var idi, bir posteri işləmişdi. Mən beləsindən soruşdum, dedi ki, mən də huş məsnuiyə. Amma bunu nəzərə gəlirdi ki, böyük Fransada bir tərrah işləyibdi. Be xatirə bilirdi ki, bilirdi ki, o huş məsnuidən nə cür soruşa və nə cür fərman verə.
هوش مصنوعinin cavabı %90 sənin o %10 sualıva bağlıdır. Yəni əgər sən başarsan, işlədəsən texnolojini, bilgini, mən alma çəkmək başarmıram. İndi mənə qələm nuru versinlər. Baba, elə mən başarsam, kömürlə, başmaq qardununu da çəkəcəyəm. Digital da versələr, lap gözəl. Qələm nuru ilə çəkəcəyəm və gözəl bir alma çəkə biləcəyəm, misal deyirəm. Amma başarmasam, چه o kömür ola, çe o qələm nuru ola, mən başarmayacağam. Huş məsnui əbzardır. Əgər birinin bilgisi olsa, danışı olsa, ondan düz istifadə eləyib və lap səri gedəcək üstə, erkən gedəcək üstə. Biri başarması eləyə bilməyəcək. Bunu bizə deyibdi. Qutadğu bilikdə deyibdi. Gedək 167-də o birisi beytə. Deyir söz burtanxlı dəvə burnu kimidir. Dişi dəvə boyun kimi hara çəkilsə oraya gedər. Yəni sözü bənzədibdir. Bir dənə dəvənin burnundan aslanan bir ipəki hangi tərəfə çəksən o tərəfə gedəcəkdir. Hər kəlmənin xas təcrübəsi vardır. Yoldaşlar ki eşidirlər, mən illər boyu Neuro-Linguistic Programming, keçən səy dedim, NLP deyirlər. Richard Bandlerlə Grinder bunu yaraldıblar. İki böyük alim yaraldıblar. Çoxlu kitablarda tərcümə olubdur bu hövzədə. Orada bu əsəbi surətdəki kəlmələrin düzüşün danışır. Deyir ki, midət rəngi kimindirlər. Qərə ağ deyirlər. Keyfi rəngi vardı bir adam ki, toplumuna əsər qoyur. İrtibatatda, ilgidə əsər qoyur. Pul qazanır, işində, biznesində, siyasətdə, hər zəminədə o kəlmələrin düzüşün başarır, o sözlərin düzmağın başarır. Bunu bizə Yusif Balasaunlu öyrədibdi. 1000 il qabaq. Səhifə 169-da. Deyir xəlqə hakim olmaq üçün həm əql, həm də ürək lazımdır. Yəni fəqət əql ola, cürət olmaya, şəhamət olmaya, yerində hərəkət eləyəsən, bu zəfdir. Dünyanı tutan idrak ilə tutar. Bilirsiniz, dünyanı tutan idrak ilə tutar, yəni savadından hey təkid eləyir. Biz məsələn Türk fərhəngində bir belə bilgə xaqan, bilgə xatun, bilgəmiş, Sümerlərdən tutun ta büyünəcən var. Bu bilici, ya əslən kitabın adı Qutadğu bilikdir, yəni bilgi, bilmaqdan gəlir. Nə qədər təkid olub danışa və deyir ki, bu, yəni bunu öyrədir ki, istiqamət əhməqanə bir yerə yetirməsən, deyəsən, elə mən bu yolda dirənəcəyəm. Eyni buna bənzər ki, gedəsən məsələn Sibridə, Norveçdə lük edirsən, deyirsən ki, mənə isə də olmayacaqdır. Donasan, öləsən. Əgər toplumu, caməni desən, süquta çəkəsən, fəqət danışsız adamlar gətiş başına. Bu iş bir başarmır. Denə bu üçün çox salim adamdır, gətirik məsələn filan idarə, irşadın məsələn rəis olur. Filan idarə, bərqin məsələn rəis olur. Ondadır ki, o camə inhitada çəkilər, dağılar və yoxsulluğa, bədbəxtçılığa çəkilər. Səhifə 175-də deyir. Deyir kim hakim? Yəni bunlar deyirəm ki, o cavanlar ki bu kitabı tapanmırlar, oxuyanmırlar. O xülasəsin, çəkidəsin, usarəsin verirəm bilələrinə ki, elə bu kitabı oxudular. Fərq eləməz, soğutudur da, bu da indi əlhəmdülillah bu şəkilləri ki vardılar, yəni bunlar bilirəm ki, edəcəklər, təsir qoyacaqlar, video olacaqlar, bilmirəm o baləcə videolar ki, qısa videolar olur və müxtəlif şəkillərdə bizim cəmiyyəmizdə bu etkini buraxacaqdır. Səhifə 175-də deyir ki, kim hakim və bilikli bəy olmuşsa, bilikli kişilərin özünə yaxınlaşdırmışdır. Baxın, yaxınlaşdırmışdır. O həmin sancılandıranlardan imiş. O cür bir kəlmədir ki, istəsən ayrı dildə deyəsən, məsələn, ingilisdə deyəsən, yaxınlaşdıranlardan imiş. Want to force to someone to, məsələn, come to some way. Bilmirəm, bu nə cür nə deyək, icbar کردن یا اکراه یا وادار کردن کسی برای انجام کاری. Uzun bir dənə gərək bir kitab məqalə yazasın, tabi da bu kəlməni deyəsən. Deyir, əl vurduğu işi diqqət ilə işləmiş, xəlqi də idarə edə bilmişdir. Elini tənzim etmiş, xəlqini varlandırmışdır.
Tərəf Qarabulaqdan durur gəlir, bir dənə məsələn Sarı Bulaqdan. Ad deyirəm ki, bir dəm Qarabulaq kəndi olar, ayrı kənd məsələn deyək. O kənddən durur gəlir, bir şəhərdardan məsələn bir məqami, məsuli, şəhərdari olur. Bilirsiniz neynir? Bir cəryanı yaraldır. O kətdəkilərin hamısı gəlir görürsən ki, o idarədə başçıdan, abdarçıdan, çay verəndən hamısı o idarədən oldular, o kətdən oldular. Yəni burada deyir ki, 175-ci səhifədə deyir ki, bilikli kişiləri özünə yaxınlaşdırmışdır. Böyürbərinə danış basa idarə rahat olmur. O mühəndislər ki, dərsini oxumuş, dövrəsini görüb, ayrı məmləkətlərdə vardılar. Onların hamısını yığır. Hakim gərək bu cür ola. Nəinki bu bizim hizbidəndir, bu bizim fikirdəndir, bu bilmirəm usulgəradır, bu bilmirəm səqqəli var ya yoxdur. Bu teknokrasını 1000 il qabaq bizə öyrədir ki, işi ver iş bilənə. Nəinki bu tərbiyə bədən oxuyubdur, gəlib idarə kişavərzdə bir dənə məqam olub. Axı bu olan bir şeydir. Bəli, İranda bunlar hamısı vardılar. Bu İranın zəiflərindəndir və bunları demaqla bəlkə bir günlərimə islah ola. Səhifə 177-də deyir Kəmalın bəzəyi dil, dilin bəzəyi sözdür. İnsanın bəzəyi üz, üzün bəzəyi isə gözdür. Yəni necə göz gözəl olsa, qiyafə gözəl görsənər. Çox gözəlliklər gözdə olar. Tərəfin burnuna deməzlər gözəl, dodağı. Məsələn, bunlar hamısı yerində olsun, amma gözlər bir damcı olsun. Bu qiyafəyə gözəl deməzlər. Amma bizərə burun, bizərə dodaq məlih olur, iri olur, nə cür olsa, göz gözəl olanda deyirlər bu qiyafəsi gözəldir. Burada da deyir ki, Kəmalın bəzəyi dildir. Yəni kəlmələri, baxın, Eskimoların qara görə nəmnəqə kəlmələri. Bilmirəm, ərəblərin dəviyə görə nəmnəqə kəlmələri vardı. Biz bu kəlmələri nəqəd varımızdır və nəqəd bunları düz işlədirik, bu bəzəyi və dilimizi nəqəd işə salırıq. Çinlilər deyərlər, gülümsəmək başarmayan, yaxşıdır ki, alverçi olmasın, yaxşı biznesmen ola bilməz. Məcmui irtibatat gərək yaranır. Məcmui irtibatat nəminlə yaranır? Sözlə yaranır. Bunu Yusif Balasağonlu bizə istir öyrətsin. Döktür Əzizpurun bir videosunu gördüm mən Instagramda ki, deyirdi ki, tərəf deyir təmənna elirəm. Heç bilirsən təmənna nə mənədir? Təmənna keçəcək, həman nostalji deyirlər. Nostalji. O, həman nostaljidir. Yəni, tərəf deyir iradətməndəm, bilmir ki, baba bu kəlmədir, nökərəm. Çakirəm. Bu kəlmələrin düzüşü çox mühümdür. Nə mənə işlədiniz? Səhifə 179-u dedim. Deyim ki, də o birisi bölümə. Səhifə 179-da deyir, indi baxsan görəsən ki, Türk bəyləri dünya bəylərinin ən yaxşılarıdır. Bir Türk bəyləri arasında adı məşhur Tonqa Alp ərdir ki, taleyi bəllidir. O yüksək bilgiyə və çoxlu ərdəmə sahibidir. Bilikli, idrakli, xalqın seçilmişiydi. Həm seçilmiş, həm yüksək, həm cəsur idi. Dünyada ancaq fərasətli hakim ola bilər. İranlılar ona Əfrasiyab deyiblər. İran Turanın bəhsin biz Şahnamədə dedik. Dedik o İrani ki, Şahnamədə yazılıb. Bugünkü İran dəyər coğrafiyayı mərzlərdə Əfqanistanın bir bölümün ya Sistanın bir bölümünü tutur ki, Kirmandan ayrıdır. Mazəndərana gedir İrandan, Farsa gedir İrandan. Və lap cəlib budur ki, Əfrasiyab ki, Turan şahıdır, yəni türklərin şahıdır. Siz əsən Şahnamə pəjuh olsanız da, yetişəcəksiniz bir yerə ki, görəcəksiniz ki, Əfrasiyabın şöyle, qarı buradadır, Azərbaycandadır. Həngi buradadır, Bərdə buradadır, paytaxtı buradadır. Yəni Çiçes tərəfində də ölür də, öz ölkəsində gəlir orada da ölür. Çiçes də Urmiya deyiblər oradan. Məsələn, بدین آب چیچس پنهان شده است یکی غار دارد به کوهن است. حتی غاری که مثلا şayad Hulakuxanın çölüdür, qarıdır, Urmiya gölünün adalarının birinin arasında, o böyük adada ki, Cəzirə İslamı deyirlər indi. Bəlkə Əfrasiyab belə orada şahlıq eləyibdir. Çünki İranın mərzidir, Kaşğəri də İranın mərzin Qum tərəfi tanrı. Biz baxırıq görürük ki, burada da bizə bir bilgi verir. Hətta siz Şahnamə oxusaz, Firdovsu çox pisləməyib Əfrasiyabı, çox cəsur, dəlir, düzdür bədzat deyib, bədniyyət deyib, amma bütün sifətləri ki ona vardı, hamısı
bu işi bu qorxmazdı, bu ürəklidir, bu bilmirəm böyük yiğitdir, buzursuna deyibdi. Burada da 179-da bunu görürsüz ki, gətirir sözü deyir dünyada ancaq fərasətli ər hakim ola bilər. Yəni beyni qısa insan gəlsə, müdir olsa, hakim olsa, şəhrdar olsa, hər də məsuliyyətdə olsa, o milləti zəlalətə çəkər. Amma fərasətli ər hakim olsa, o eləyə bilər, o milləti səadətə çatdırsın. Mən bir ara verim. Əgər səsim gəlir mənə də buyurun. Əgər sualı var, sözü var, eşidim gedək o birisi bölümə. Çox təşəkkür edirəm ay doktor. Mütəəssifانه Clubhouse o stiker qoymağı az bəs mən çalışdım ki, səsi göstərəm ki, səsiz vardı. Məni bağladı. Dostlarımız Kimya xanım və Özgür bəy də eləyə bilərlər. Bunda Tamam. yardımcı olarlar. Elmira xanıma da çox xoş gəldim deyirəm. Məcid bəy sizə də. Xası bir söhbət yoxdur. İdamə versiniz ay doktor. Fikirlərim yaxşıdır. Kimya xanım da hər zaman istəsələr mayk aça bilər. Təşəkkür. Etibarən sizin bu istikerləriniz məni çox nicat verir. Mən gözüm orada olur və görürəm ki, siz bunu vurursunuz. Bir gün çox çalışdım ki, ayrı bir yollarla WhatsApp-ı gətirəm laptopuma, oradan gedəm. Olmadı. Bu filtr qırmaq, bilmirəm, bu məhdudiyyət. Bunlar nə mənədirlər axı bizdə bu cür. Bu məsələn biz burada bomb düzəltmək danışırıq, neynirik, nə iş görürük. Bir dənə ədəbi bir kitabı burada nəqd edirik, tanıtdırırıq, gedirik qabağa. Amma təəssüf olsun ki, bunlar bizi bir zərrə çətinlik təxmini yox. Bütün o danışçılar, alimlər ki, axtarırlar, məqalə download edirlər, irtibatdadırlar. Hamısı neçə əsbi buxar ki deyirlər, çoxtər yandırırlar ta getsinlər o birisi məmləkətlərə görə. İnşallah buna bir çarə qılınsın. Səhifə 189-da deyir ki, insan əsəbi olsa, cahil kimi iş tutar. Qəzəblənsə, qəzəb onu ağılsız edər. Bizim, bilmirəm, mədrəsələrimizdə nələr öyrədiblər sizə? Qətən cəzr öyrədiblər. Qətən deyiblər mütəsavi əzla nəcüsünü isbat eləyək. Məsələn, Nuhumda 140 yol öyrədirlər uşaqlara ki, bunu mütəsavi əzla nəcür isbat eləyək ki, mütəsavi əzladır. Yəni mürəbbə nəcür deyək, girdədir. Girdəkan deyil. 140 dənə də yol öyrədirlər belələrinə. S, A, O, do, H, do, ona nəcüsünə məsələn qarşısında nə olacaq? Şəkli yuni məvad öyrədirlər. Axı bir uşaq bunları niyə gərək öyrəşə? Bir. İki, bunları öyrətdiniz. Bir dənə də bu Qutad Ubilik adında bir dərs olaydı kaş. Bu uşaqlara yaşamı öyrədəydi. Ki nəcür yaşansınlar. Bax, mən sizə keçən sərə dedim. İllər boyudur, çox uzun illərdən bir döktür var dostum, ay döktür Məhmudzadən təriqi ilə. Mən o uşaqlar içi də camiədə əlim üzülübdür, nə mediam vardı, nə televizyonda bərnamələrim qoydular getsin, nə suxənranlıqlarım qoydular getsin qabağa, nə də kitablarım gedir qabağa mücəviz verilir. Əlim qısa, hətta əqəl dedim ki, o uşaqlar içi cürmi irtikab olurlar, bezəkdilər, onlara rəvanşünas surətdə danışım suxənranım olsun. Bilirsiniz uşaqlar niyə adam öldürüblər? Bilirsiniz uşaqlar niyə vurublar birinin qolu gedib, biri məsələn bimarstana düşüb, qət üzv olub. Fəqət buna görə ki, qəzəbli olublar. Deyir insan, və səhifə 189-da deyir, insan əsəbi olsa, cahil kimi iş tutar, qəzəblənsə, qəzəb onu ağılsız elər. Əgər bizə öyrədəydilər o mədrəsələrdə şəkli yuniyə məvaddın yerinə, onun yerinə bizə öyrədəydilər ki, hisslənəndə birdən onacan sayın. Mənim bir işləyənim vardı keçəcək illərdə, bir xanım idi. Bu əsəbi olanda, hisslənəndə, bir zatdan indi məsələn narahat olubdu bir işdən. Gələrdi, mənim başımın üstündə dayanardı və başlardı deməğa. Eyni bir dənə CD kimi xəş düşübdü, sözü təkrar elərdi, səs ucalardı, başlardı, əsəbi olardı, hətta ağlardı. Mən ona zaman cəhətdə ki, öyrətdim ki, olsun, sən haqsən, bu sözləri deyirsən, amma bir saat fasilə ver, heç olmasa bir gün eləyəmsən bir saat ara ver, ondan sonra sözü denə. Onda bilirsiniz, biz hislənəndə bir sözlər edirik, bir-birimizin ürəyimizi sındırırıq. Adilanə olmur, heç düz olmur çox vaxtlar. O sözlər heç dilimizə gərək gəlməyəydilər. Və bu insanların arasında böyük qətldən tutdu, ta ayrılıq. Bu təlaqlar bilirsiniz, boşanmalar niyə olurlar, bu belə çoxalıblar, hələ behsizliyin öz amarına görə. Və xatirə bu iş ki, bir keşiş var idi, evlənəndə duelərdi, bayaqda oxuyanda, deyərdi ikiz
با هم dəli olmayın. Yəni biriz bütün olanda o birisi batman olanda o birisi yarım olsun. İkiz birdən hisslənməyin. Əsəbi olmayın ikiz ba ham. Biriz əsəbi olanda o birisi əsəbi olmasın. Mən deyirəm fasilə verilsin. Bunu min il qabaq Tazaşdan bizə öyrədir ki, bunlar gərək bizim bərnamə dərsi ola. Yəni bu şahnaməyi ki, mən sizə deyirəm, bu şahnamədə dev getmir, bilmirəm o birisi devlərinin dav eləməyə, Keykavus getmir dağın başında atəş şan o yanacaq dağ pöhrə versin, getsin göyə vulkan dağı. Bəlkə burada bizə deyir ki, qəzəbləşəndə təsmin tutmur. O ləhzə hisslənəndə təsmin tutma ki, bu işi görəcəm, mən bu şərakəti vuracam bir-birinə, mən kilidonla alacam, bu işi görəcəm. Bu bizə bunu öyrədir. Səhifə 191-də deyir kitaba Qutadqu Bilic adını verdim. Biz dedik Qutadqu, yəni qutluluq, bu c kəlməsi cidicədir. Bunlar hamısı baxın süpürgə, bilmirəm bilgə misal vururam biləzə. Məsələn silsilci. Bu pəsvəndlər ümumən səbəbsazdılar. Burada deyir Qutadqu, yəni səbəbi səadət olur. Bilikdəki demişik. Deyir kitaba Qutadqu Bilic adını verdim. Oxuyanı uğurlansın. Yəni saadətmənd eləsin, şans gətirsin, əlindən tutsun. Ona görə deyirəm ki, bunlar gərək bizim dərs kitablarımızda olaydılar. Səhifə 193-də başlar karakterlər mərif eləməyə. Bu şəxsiyyətlər ki, bunda vardılar, 4 dənə şəxsiyyətdilər. Deyir, bu gün doğdu, dediyim başdan başa qanundur. Pəs bir dənə gün doğduğumuz vardı, o qanundur. Bu aid oldu dediyin saadətdir. Bax, sonra öydülmüş bəyan etdim. Ögüd dedikçe məğz, fikr, düşüncədir, ögüdülmüş, yəni mütəfəkkir olmuş, bəyan etdim. O ağlın adıdır, insanı yüksəldər. Ondan sonra od qurmuş gəlir. Onu da aqibət kimi götürdüm. 1000 il qabaq bir dənə hikmət bizim kitablarımızda axirətə bu belə önəm verilir. Hangi kitabda bu cürsünə təsvirlər vardılar? Yəni ədalətdən danışsın 1000 il qabaq, aqibətdən danışsın, ağlıdan danışsın, qanundan danışsın, səadətdən danışsın. Biz bu kitabdan böyük qiflət eləmişik və mən çox söyünürəm ki, biləxərə qismət oldu bu kitabdan bu beytləri sizə oxudum. Əlbəttə bu beytlər dəqiqən o cür ki, uyğur yazılıblar, o cür deyirlər. Buna şəbihdirlər, bənzərdilər. Ay Kərimi bunları bugünkü bizim Azərbaycan türkçəsi formu ilə sadələşdiribdi. Səhifə 201-də deyir, bu qoca dünya vəfasız və namərddir. Ədası qız ədası, yaşı böyükdür. Ancaq tutmaq istəyəndə əlini vermir. Onu sevəni sevməz. Geyik kimi, yəni ahu kimi ondan qaçar. Kim ki ondan qaçar, ayağını qucar. Birdən görəsən bəzənib, düzənib, üstünə gəlir. Birdən görəsən özünü görməməkliğə vurub, o yana baxır, bu yana baxır. Fars ədəbiyyatında biz görürük ki, bol-bol bu kitabdan təsir alıbdır. Yəni siz bunların hər bir beytin ki deyirəm, farsı da gəlibdir. Bu farsını biz bilirik, amma türküsü bu əslini biz bilmirik. O şeir demişdi, məcud درستی عهد از این جهان سست نهاد که این عجوزه عروس هزار داماد است. Bu əcuzə min bəyin gəlinidir. Bu dünyanı istəyir tanıtırsın. Səhifə 201-də bunu deyib də. Yəni deyib bu qız kimindir, yaşamma çox. Yəni həm gözəldir, amma uzun yaşlı bir əcuzədir ki, çox buna güvənməyəcəksən. Bu mənim uşağımdır. Bütün uşağa fikir verəsən. Bu mənim malımdır, bu mənim bilmirəm mizimdir, bu mənim bilmirəm saytımdır, peycimdir. Hər birinin əlindən alsan, eyni uşağın əmziyin elə bir əlindən alırsan, o cür olacaqsan. Ona görə əgər müstəqil olsan, əgər bağlanmasan, bir tək Tanrıya bağlansan, onda sənin əlindən heç adı ala bilməzlər və dünyanın ən güclü insanı olasan. Bunu bizə Yusif Balasağunlu Qutadqu Bilicdə deyirəm. Səhifə 221-də İnsana hər yerdə tanış lazımdır. Bütün işlər tanışla görülər. Bizə istəyir, nə mənə desin,
İstir desin başımızı qasın, nəqqallıq eləsin ki, bilmirəm Rüstəm bu əldən gəldi, Əfrasiyab Siyavəş bu cür oldu, Rudabə belə gəldi. O birisi şahnamələr, o birisi kitablar. Yox. Bu istir bizə desin ki, irtibatatın əhəmiyyəti nə mənədir? İnsana hər yerdə tanış lazımdır. Bütün işlər tanışla görürlər. Baxın, şəxsiyyət, karakter, gündəlik, yəni günsəl təamüllərdə, qarşılıqlarda şəkli tapar. Bir insan ki özün ata bu okyanusun içinə, bu dənizin içinə, başlaya gələnlə, gedənlə, qarpız satanla, ranəndə ilə, uşaqla, qoca ilə irtibat qurmağa, o insan başarılı bir insan olacaqdır ki, öz malında, öz şöhrətində, öz bu dünyasında, o dünyada böyük təfəvvüq ya həmin başarı irtibatatla olar. Yəni ilgi ilə ola bilər, qarşılıqlı ilgi ilə ola bilər. O insan cəzirədə heç vaxt müvəffəq olmayacaq. Hətta siz Qandiyə baxsaz, Qandının tankı var idi, Qandının bilmirəm əsləhəsi var idi, Qandının tanışı var idi. Yox, Qandının fəqət irtibatatının, yəni toplumla irtibatat qura bildi. Eləyə bildi o camiəsində nüfuz eləyə bilsin, karizma yaratsın və bütün rəhbərlər bu işi görə biliblər ki, onlar ki böyük təsirlər qoya biliblər, buraxıblar. Onlara baxsaz irtibatatındandır. Bizə bunu istir öyrətsin. Səhifə 225-də insana başqası özündən mehriban ola bilərmi? Özündən özünə yaxın adam axtaran, sözün qıssası özündən yaxın adam tapa bilməzsən. Yəni özünə özündən yaxın insan yoxdur. Bir zamanlar hamımız və siz hamımız da bu nöqtəyə yetişmisiniz ki, görmüsünüz bu dünyada tək tənhasız. Yəni dövrbərizdə heç lap yaxın bildiyiniz sevgiliz, həyat yoldaşınız, ataz, anaz, bacız, qərdəşinizdə hamısı öz zindəcanlıqlarında, öz yaşamlarındadılar. Özünüzü tək ehsas eləmisiniz. Və əgər mənim etiqadım o irtibatatı bir əldə tutaq, bunu da nəzərdə tutaq ki, heç kəsə dayanmayaq. Napoleonun qəşəng sözü vardı. Deyir, böyük kişilər, böyük kişi deyəndə kişi elə xanıma da deyər, erkəyə də, dişiyə də deyər, xanıma da, ağaya da deyər. Çünki məsələn Türkiyədə deyir ki, məsələn kaç kişi, yəni neçə insan. Bu göstərir türkçə dilində kişi dişiyə də deyilibdi, erkəyə də deyilibdi, maddiyə də, müzəkkərə də. Müənnəsə də, nərə də deyilibdir. Böyük insanlar, Napoleon bu cür deyir, deyir böyük insanlar heç kəsə dayanmazlar, daldalanmazlar ki, o çəkildiğində yerə dəysinlər. Heç zaman yumurtalarınızı bir səbədə yığmayın, birinin üstündə çox hesab getməyin ki, onun çəkilməsi ilə o sevgili, hər kəs də zindəcanınızda lap etimadsız olduğu insana da dayanmayın ki, yıxılmayasınız. Və bunu bizə 1000 il qabaq öyrədir. 231-də deyir, ayıq ol, dövlət vəfasızdır. Həm düzəldər, həm pozar. O biqərardır. Gah durar, gah da qaçar. Yəni gəlir 233-əcən bunları deyir, bu iqbala inanma. Ona yaxşılıq et. Bugün bundadırsa, sabah ondadır. Taleə güvənmə, ey bəxt axtaran, gələn iqbal bir gündə gedər. Çox adamlar eşitmisiniz ki, deyərlər ki, bir gecədə varlı oldu. Həmin adamlara baxsaz, elə bir gecədə yoxsul olar. O insan ki, çox güvənir bu bəxt və iqbal və şansa. Məsələn, birdən görürsünüz ki, bir tərəf bir puli, bir mali yetişdi, bir cinsi almışdı, 50 min tümənə birdən 5 milyona satdı. Və bu bir gecədə parları. Elə həman adamda üçün səlahiyyət o pulu saxlamaq yoxdur biləsində. Yəni gərək bu yaranı idi da, zərrə yaranı idi. Üçün birdən-birə gəlməyib, ya gedər ehtiyada düşər, ya bir sərmayəguzarlıqda batırar, ya görəsən uşaq əlindən çıxardar, ya sevgilisi əlindən çıxardar. Be növi həman nöqtəyə yetişər. Buna bənzər ki, biz girdəkan məsələn ağacı əkirik. Birdən-birə kud doldururuq dibinə, bilmirəm, su veririk ki, bu tez bar versin. Bunun bu prosesi təbiisi tey olmasa, bu məsnui bir zad olar, puç olar, heç olar, nabud olar.
Vəli zamanla, yəni öz karakterlərimizi hər cəmbədən malı deyirəm ki, eyni olsun, baş tapılsın, yoxsa çoxları bunların %99-u içərimizdə o taqət aram ruhda şəkil tapır. Böyük savaşlar iş orada olurlar. Bunu bizə Yusif istir öyrətsin. 233-də nə mənə deyir? Deyir, hansı işdə səbr etməsən uzanar, gecik. Tələsik görülən iş peşmançılıq gətirər. Tələsmə. Hər işin öz zamanı var. Heç bir işdə tələsmə, səbirli, soyuqqanlı ol. Qul səbirli olsa, bəylik mərtəbəsinə qalxar. Farslar nə mənə deyirlər? Deyirlər, əcəli karı şeytan است. Biz türklər nə mənə deyirik? Deyirik, bəsləsən, ətləs olar, tüt yaprağından. Bəsləsən, ətləs olar, tut yaprağından. Bilirsiniz, o dözümsüzlük min yolundan bizim o nailiyyətlər, başarılıqları əlimizdən alır. Əgər bir insan bilə harda səbr eləyəcək, harda səbr gərək eləməyə, onda eləyə bilər öz hitəsində, öz istədiklərinə çatsın. Və bizə bu səbri öyrətməyiblər. Zamanında səbr eləməyi öyrətməyib, dözümsüz insanlar olmuşuq. Rahatçılıqla gedək, rahatçılıqla qazanaq. Səhifə 249 deyim ki, buna da qarşıdır. Deyir ki, xidmət edən düzgün xidmət etməlidir. Dedi, adını qoyursan nökər, qalma bekar, aç qapını, öt qapını. Yəni, hər işi görürsən, onda səy elə ki, zibilçidə olsan, behlərin xidməti ver. Brian Tracy mən söydüyüm karakterlərdəndir, yaxud da kitabları vardı. Bu 500 dünyanın başarışıqlı insanın bərrəsi eləyib, təhqiq eləyib üstündə. Bir dənə müştərək bir, ortaq bir bunlarda baxış vardı. O da budur ki, deyir, hazır oldum o birisilərinə nisbət daha çox artıq çalışam. Yəni sizin rəqibləriniz gecə ki, başlarını qoyurlar, yatırlar. O zaman siz başlasınız bu dağı daşımağa, buradan bu balaca daşları aparmağa. Bir zaman görərsiniz ki, onlar yuxuda idilər, siz bu dağı aparmısınız, o tərəfə yetirmisiniz. Və Edison nə mənə deyir? Deyir ki, böyük başarılar, müvəffəqiyyətlər 99%-u çalışmaqda 1% nübuğdadır. Bilmirəm yetirə bilirəm ya yox, ziqziqlardan qoy bir söz deyim. O da deyir ki, başarının, müvəffəqiyyətin asansoru xarabdır, amma pillələr həmişə yerindədirlər. Biz həmişə o rahat iş axtarırıq. Rahat bir yerdə alver eləyək, rahat bir yerdə idarəyə gedək, müftə pul qazanaq, rahat bir yerdə bir evi alaq sataq, qızılı alaq sataq. Hamımız tacir olmuşuq. Nə o qızılı taxmaqdan bir xanım zövq ala bilir boynuna. Nə o kişi evində oturmaqdan ləzzət apara bilir. İş yerində oturmaqda, bağında oturmaqda. Hey oturur hesablar ki, bu villa neçəyə gedərdi, neçəyə aldım, neçəyə gedir, neçəyə sata bilsəm, nə cür eləyə bilirəm. Yəni sərmayə ünvanında hər zada baxır. Əlindəki mobildən tutdu, ta o qızıl iki boynuna salır. Əslən ləzzət apara bilmirlər insanlar. Və bu xatirə budur ki, bizə öyrətmədilər ki, alnımızın təri ilə gedək qabağa. Hamımız çalışdıq ki, rahat tələb insan olaq. Japonlar kimi olmayaq. Səy elədik ki, rahat gedək, rahat qazanaq. İşləməyəsən, yeyəsən. Bu bizə duaları bu oldu. Qələtlərin duayı ki, bizim fərhəngimizdə vardı. Biz bərəks o. Nə qədər çox çalışsaq, o mal, o pul, o ləzzət çox tər yapışacaq biləmizə. Səhifə 265-dən deyirəm. Aydoldu dedi, mənə şər atırlar, eybim yoxkən, eybi var deyirlər. Eybim budur ki, mənə bivəfa deyib, bunu adamlar söyləyib, məni pislirlər. Aydoldu nə mənədir? Aydoldu bilirsiniz də, biz danışdıq dedik, bəxtin adıdır, saadətin adıdır, şansın adıdır. Halbuki bivəfalıq mənim qüsurum deyildir. Mən özümə həmişə yeni yollar seçirəm. Bütün köhnə şeyləri çürümüş olaraq, çürümüş şeyləri üfunət verər. Təzə şey varkən əskiyə nə gərək? Bir tərəfdə də gəlir səhifə 275-də deyir ki, Aydoldu, deyir ki, mənim adımı, xasiyyətimi hakimlər aya bənzədirlər. Bilmirəm, bu gün aya da baxdınız ya yox. Mən buradan ayı bu gün nəmi çox gözəl gördüm. Ay göydə əvvəl doğanda kiçik görünər.
gün getdikcə böyüyər, axır bədirlənib, yəni şəbi bədr olar da, mah şəbi bədr. Axır bədirlənib dünyanı işıqlandırar. Nəyə kiçilər, gözəlliyi azalar, parlağı azalar, yenə yox olar, yenə kiçirək doğar və böyüyər. Mənim də xasiyyətim belədir. Mən bir dənə kitabı oxumuşam, fikirəm, heç olmasa adını eşitmisiniz. Kim mənim pənirimi götürübdü? چه کسی پنیر مرا برداشته است. Spencer Johnson yazıbdı. Orada bir rahrolardan bu labı deyirlər də içərisində bir-birindən gedir rahrolar. Onlardan ad aparıbdı ki, siçanlara orada yemək qoydular, pənir qoydular. Siçanlar yolu örgəşdilər. Axtardılar, yolu örgəşdilər. Sonra da elə müstəqim gedirdilər ora. Neçə müddətdən sonra bu pəniri götürüb ayrı bir qapıya qoydular. Siçanlar gəldilər, gördülər orada pənir yoxdur. Dayanmadılar, getdilər, təzəşdən axtardılar, pəniri tapdılar. Yazmışdı insanlar o cür dəyərli. İnsanlar elə gəldilər, otdular elə qapının qabağında, ax mən buradan qazanırdım, ax mən bu dükandan qazanırdım, ax mən bu yoldan gedirdim qabağa. Yolu dəyişmədilər. Bir zaman Tango var idi, bir zaman Weblog nevisi, bir zaman hətta Facebook özü də köhnə oldu da. İndi yeni məsələn Twitter gəlibdi, bilmirəm, YouTube gəlibdi, Instagram gəlibdi. Bunlara əgər birin update eləməyə köhnə qalar. Mənim bayınki yaşım biraz çoxalır indi, 52 yaşım vardı, amma öz taytuşlərimə görə bunu öyrəşdim ki, mən bu texnoloji işlədəm. Yəni mən application vururam, ondan sonra video cürürəm, videoda hərəkət verirəm, musiqi atıram ora, yazı yazıram. Bütün bu videoları zadı özüm edit edirəm və bütün bu yazıları zadı özüm hər zadı kompüterdə aparıram qabağa. Amma mənim yoldaşlarım, ya taytuşlarım, ya ustadlarım, onlar qorxdular, çəkildilər, getdilər kənarda otdular, əl vurmadılar, hətta quşu ilə irtibat bağlamadılar. Axtarın. Burada bizə bunu öyrədir Yusif Balasağunlu. Deyir, çürümüş şeylər üfunət verər. Yəni o əbzar, o texnoloji ki qabaqçıdır, onlar səni məsmum eləyəcəkdir. Mən birdən rədd oluram, görürəm tərəf dükanında oturub, deyirəm, mən uşaqlıqda gedərdim, burada 40 il qabaq məsələn. Elə həman dükandır, həman vitrindir, həman elə çıraqdır, həman qoca kişi də oturubdur orada. Heç zət əvəz olmayıb. Bu Təbrizdə bilmirəm, Çarra Mənsurda yadıma gəlir bir sandviçi var idi. Abresanda biri vardı. Durardı nobiyə, içəridə yer olmazdı. Amma çün özlərin günsəl eləmədilər, beruz rəsanə eləmədilər, taza texnoloji ilə, taza amuzişlərlə getmədilər. O birisi kafe gəldi, adını deməyim, bu birisi restoran gəldi, bu birisi pizza gəldi, yerlərin aldı və getdi qabağa. O birisi qənnadı gəldi, o birisi qənnadı. Niyə? Çün özlərin beruz eləmədilər. Taza yollar tapmadılar. Ta eləyə bilsək, gərək bizə öyrədir bu kitab, taza yollar tapaq. Səhifə 281-ə gedək. Deyir, şükr qılsan, nemət 1-ə 10 olar. 1-ə 10 olanda ev malla dolar. Biz nə mənə deyərlər farsıda, deyərlər şükr nemət, nemət əfsun konəd, kufr nemət az kəfət birun konəd. Bilirsiniz, məsələ nə mənədir? Bu optimizm ki deyirik, müsbət əndişə çox mod olubdur, əlbəttə zahiri və səthi surətdə. Dərindən budur ki, bizə o inanclar ki güc verə bilərlər, onları qoruya bilək. Hər inancı ki güc verə bilər. Məsələn, sən inanırsan ki, mən şanslı adamam, elə o əgər sənə güc verir, əgər o üzüyü ki salırsan fikirsən sənə uğur gətirir, əgər o boynuna bir məsələn ayəyi salırsan fikirsən səni qoruyur, onu qoru. O bağırları idamə verək. Və vaxtı şükür qılsan, yəni müsbətlərə baxaq. Mühacirət eləyəndə oranın gözəlliklərini görürdüm. İndi gəlmişəm bura, buranın gözəlliklərini görürəm. Yəni o için mənə güc verə bilər. Nəinki o mənfi yoxdur, nəinki mən sadə loham ya məsələn görmürəm bu müsibətləri. Amma mən onlara dedim, nə olacaq? Oturursan taksidə bədbəxtçilikdən danışırlar. Girirsən dükkana, yağı belə almışdım, indi belə olub. Təyəri bu cür almışdım, indi bu cür olubdu. Bunlar var. Amma bunları demaqla mən ehsas edirəm ki, köməklik olmayacaqdır və mən şükür nemət bir insanam. Bunu da görürəm ki, Yusif Balasağunlu da elə bunu öyrədibdi o zaman. Səhifə 291 və 292-yə keçirəm. Deyir, istir
oğlum olsun, istərsə yaxın ya uzaq. İstər dilənçi olsun, istər qonaq. Qanun qarşısında hamı birdir. Hökm verəndə heç biri mənə fərqli görünməz. Bunu illik deyirəm. Bu bəyliyin təməli doğruluqdur. Bəylər doğru olsa, dünya aram tapar. Yəni bizim başçılarımız, bunlar ki bir dənə rəis umurdadılar. O ki nümayəndədir, o ki müdir idarədir, o ki şəhərdardır. Onlar doğru olsalar dünya aram tapardı. Yadıma gəlir, mən bir video gördüm ki, bir Avropayi ölkələrin birində, bu Şimali Avropada gördüm ki, bir nəxust vəziri, baş vəzir gecə yetişibdi bir mərasimə. Yer olmayıbdı. O pillələrdə oturubdu. Yəni səndəl yoxdur. Dalda rədiflərin birində, yanında uşaq da oturub, xanım da oturub. Heç kəs də yerin vermir ona. O üçün bevaq yetişibdi. Mən Təbrizdə dəfələr, bilmirəm neçə dəfələr, bəlkə 30 dəfə cəşvarə beynəlmiləli qoydum. Bu cəşvarələrdə xaricdən qonaqlarımız gələrdi, ölkə dışından. Mərasim başlardı. Mən çox hirs-zuş yerdim ki, bu zamanında başlasın. Birdən görərdim, bir nümayəndə gəlib, nümayəndə məclis məsələn, bir idarənin bir məsələn müavini gəlibdi, bir şəhərdarın. Və əvvəl rədifdə o ağsaqqal ustadları qalxızırlar, ölkə dışından gəlib, dünyada tanınmış bir məsələn rəssamdır, karikaturistdir. Onu qalxızırlar, aparsınlar dalıya ki, bu balaca cavan məsələn nümayəndə məclis olsun. Çox narahat olardım ki, axı burada bir ədalət hara getdi? Ədalət günəş kimindir da. İttifaqən bir gün səhər bir nəfər xatirə təriflirdi gülmək üçün. Qoy onu da burada sizə deyim. Deyirdi ki, bir nəfər mənim dostum zəng vurubdu ki, o azmayışqa sizin nəmənəzdir. Demişəm xala oğlumdur. Ay dötür filanıdır, demişəm bəli. Deyib onu mənə tapşırdı, məni ona tapşır. Demişəm niyə tapşırım? Deyibdi ki, isə dötür mənə deyibdi ki, Nəşrab get, bizət yemə get azmayışa. Mən də çox yemişəm. Ona da nə ki qəbul eləsin, mənim azmayış eləsinlər. Yəni o qədər bu partibazlıq gedib yuxarıya ki, hətta bir dənə bu aptalcasına bir şeydə özün göstərə bilir. Biz bir idarəyə getməmişdən qabaq qanun nə mənə, yasa nə mənədir, onu qoyuruq kənara ki, orada filan kəs tanışım var, filan idarədə, darayda tanışım var ki, mənim orada bir daha maliyyət gəlibdi, onu tanış həll eləsin. Çünki bilirik bürokrasi o qədər bu İranda buruşuqdur və o qədər tanış olmayanda sizin işinizi yubaldırlar gərəksiz yerinə və işi düz görmürlər ki, biz görmüşük ki, olmayanda qurbanlıq olacaq. Ona görə hamı sayılır. Amma burada bizə öyrədir ki, bəyliğin təməli doğruluqdur. İstər oğlum olsun, istər yaxın, istər uzaq, istər dilənçi olsun, istər qonaq. Baxın, bunları deyə-deyə bu şeirləri gəlir ki, desin ki, bərabərlik olsun. Yəni bir nəfər ki, yoxsuldur, heç kəsi də yoxdur, gəlibdir bir dənə idarəyə. Bir adam ki, məsələn, fərzəq İmam Cümeyyə filan yer, nümayəndə məclisə filan yer. Əsən vəzir tanıtdırıbdı filan kəsinə. Heç fərqi olmuyor. Elə zamanında ona baxsınlar ki, bunun təəssüfənə yoxdur. Aydoğdu dedi, ey dövlətli hökmdar, hökmdarımızın adı Gündoğdu nə deməkdir? Ellik dedi, alim mənim təbiətim günəşə bənzədərək bu adı verdi. Alim mənim təbiətimi günəşə bənzədərək bu adı verdi. Yəni hökm işıq kimindir da, günəşin işığı kimi. Biz keçən seri hətta Sümerlə bunun bənzərliğini dedik, otoyla nə irtibatı vardı. Günəşin burcu aslandır. O burc tərpənməz. Günəşin 1000 il qabaq deyib, günəşin burcu aslandır. Sonra biz görürük ilxanalarda günəşin əslanın belində günəş çıxır. Sonra görürük bunlar Səlcuqlarda da var idi. Sonra görürük bunlar. Yəni həmzaman ki 1000 il qabaq Kaşqərdə bunu deyir. Aslanla günəşi görürük ki, bir yerdə gətiriblər. O düşüncə və o tutuşturma o zaman var idi. 50 səhifəyə 299-da nə deyir? Deyir, mənim taplamadığım, o iki tap gətirə bilmirəm şeylərdən biri yalandır. Bundan sonra zülmkarlıq gəlir. Sonra hərislər və bəd əməllər, tələsənkən və acgözlər, hər işdə qəzəb göstərənlər, içki düşkünləri və oğrular, içki indi məvad müxəttir məsələn nəzərdə tutun. Quldurlar, bu cür kişilər yaramaz mənə. Mənim yadıma gəlir ki, uşaqlıqda bir
Bilmirəm, dərslərin birində bu idi ki, mən getdim çörək alam, zirəhliq elədim, səhvə girdim və çörəyi tez aldım. Atasına söyünürdü, bunu deyirdi. O birisi seri yubanmışdı, atası dedi, niyə yubandı? Dedi ki, hamı girdi mənim növbəmə, səhvə girdilər və mən gec aldım bu çörəyi. Ağlayırdı uşaq. Və bizə istirdim öyrətsin ki, növbəyə girməyin, səhvə girməyin. Çox qəşəng bunu öyrədə bilirdi. Elə o çupanı, yalançı çobanda, çupanı duruqu. Nə qədər qəşəng eləyə bilirdi bizə öyrətsin. Qarğa və Tülkü ki, Mirzə Əli Əkbər Sabirin şeiri idi, gəlmişdi Farsi ədəbiyyatına və kitablarımıza. Biz orada da bunu görürdük. Ya hətta kartonlar ki baxardıq. Xanvadı doktor Ernest olsun, Mühacirən olsun. İndi niyə doğuda nə iş görürlər? Ya institutda abuk-sabuk bir şeylərə baxırlar cərcavanlar, ya atarıdan, pasurdan bu cür bizatlar mobillərində, əl telefonlarında oynadırlar ki, bunlar heç biri nə bu dünyasına xeyirləri var, nə o dünyasına. O zaman bunları bizə deyib və kaş bir cürsün olaydı ki, elə bu təmsillər idamə tapaydilər. 50 301-də nə mənə deyir? Deyir, yəni istəyir ki, bu vəsfində bunun desin. Öz xeyrini düşünməz yaxşılıq. Başqasının xeyrini düşünər, bunun əvəzində xeyir gözləməz. Bunun əvəzinə xeyir gözləməz, yəni deməz ki, mən buna bu yaxçılıq elədim, o mənə nə edəcəkdi? O niyə bu işi görmədi? Mən bunu aparmışdım o qabı, o mənə bu qabı niyə gətirmədi? Mən doğum günündə ona gül vermişdim, o heç məni yadına da salmadı. Günəş kimin ola insan? Yaxçılığı eləyir, bizə bunu öyrədir ha. Baxın, bizim nə gözəl kitabımız vardı ki, deyir ki, bunun əvəzində xeyir gözləməz. Yəni xeyrət üçün inancı var, bu işi görür. O duracaq sabahlarıma bilmirəm bir sözdə deyəcəkdi. Sən xeyri elə, o sabah dursun sənin dalınca danışsın. Sən məcər elərdin ki, yaxşı bir söz desin sənin dalınca. Sən bu xeyri əncam verirdin, görürdün ki, inancın var idi, düz bilirdin. Bəlkə o sabahlarıma sənə zərər də verdi. Bəs bunu heç vaxt gərək düşünməyək. Deyir, baxın bu qoy buna bir daha da bizə deyim də, öz xeyrini düşünməz. İndi bu Aşure idi da, bu qoy bunlar əslən deməyək, çünki Allah qəbul eləsin, hər kəs bu ehsanı verdi də, aldı da. Gələk əslən ayrı bir yerdə, fərz edək bir dövləti bir yerdə bir sandis verirlər. Cəmaət elə çıxır bir-birinin başından, baş sındırırlar ki, o sandisi alsın, o keki alsınlar. Görürsən yuxarı bir dənə maşın, neçə milyard maşın saxlayıbdı, düşüb ər-arvad qaçırlar orada, elə bir qurtuldu, bunlara qalmadı. Nəinki bunlar yoxsuldular, ehtiyacları var. Bəlkə bu acgöylülük, acgözlülük və bu fəqri ki, məğzdə, beyinlərdə vardı, vadar eləyib bu ittifaqlar düşsün. Yəni adam bir səhnələr görür, düyüdən ötür, bilmirəm, bir dənə şərbəti, bir dənə acı çaydan ötür. Az qalır təsadüf eləsin, yolu bağlayıbdı, qaçsın, getsin oradan bir çay alsın. Biz nə vaxt bu duruma düşdük? Mən uşaqkən böyük qardaşım Cəlillə əl-ələ verərdik, bir yaş məndən böyük idi. Əbbasıdan anam bu xiyabanı atladardı ki, maşın vurmasın bizi. Xan bağından deyərdi ki, Mümtaz mədrəsəsinəcən piyada gedin. Biz əl-ələ verərdik, buz üstündə gedərdik. Yarı yoldan xalam demişdi ki, bu mənim oğlumu da götürün. Xal oğlumla bir yaşdaydıq, onu da götürərdik. Ki, üçümüz bir yerdə gedərdik bir-birimizə, uşaq idik. Məsələn, indi uşağı mədrəsənin qabağında salıb, uşağı üçün ərz edeyim, danışsın. Yəni, o qədər uşaqlar yetənəksiz olublar. Mən gedərdim bu xalamgilin iPhone-larını vurardıq. iPhone varlar idi. O zaman hesablayın ki, iPhone olan dövlətli idi. Və xalam əri də çox dövlətli idi. Biz xalam deyərdi ki, eşik soyuqdur, şəxtədir, qar yağır, gəlin evə. Bu hazırləşməyibdi, çörəyin yeməyibdi. Gedərdik orada, o sufranı ki açmışdılar, biz də uşaq idik, bir quru çörəklə, o gəz kimin pənir, məsələn, anam şirin çayla, şirin çaydı, bəlkə oleydi, olmayaydı, vermişdi, biz yemişdik. Və mən görərdim bunların sufralarında hər cürə əncir murabbası, gilanar murabbası, rəhbərə, 20 cürə murabba, yumurta, bilmirəm, pənir, üskü çörək, hər zat var. Xalam bir yol durardı bizə bəllə tutardı zorla ki, gəlin bir tikə yiyin, deyərdik yemişik. Nə qədərlər də almazdıq. Yəni bizdə bir qürur var idi o kasıblığla ki, dayanardıq.
və bunu almazdıq deyə. Hətta yemişik, biz də elə bunlardan yemişik. İndi bu acgöylülük bu insana hardan gəldi? Bu mənaət təb nəcür aradan getdi? Bu qürur nəcür insanlarda aradan getdi ki, heç bir özlərini bir düşünmürlər, özlərinə bir ərziş qail edirlər, qaçırlar bu qapıdan o qapıya, o qapıdan bu qapıya böyük maşınlarla. Və mən bunları nə qədər üzülürəm. Və indi burada Yusuf Balasaunlu bunu deyir ki, öz xeyrini düşünməz, başqasının xeyrini düşünər. Gülmək gəlir ki, biz bu 1405-də nə duruma düşdük, bunları deyəndə adama gülmək gəlsin. Səhifə 301-də deyir ki, doğru odur ki, düşündüyü ilə söylədiyi bir olsun. Farsda deyər, ya antor baş ki mi nemayi, ya antor benema ki həsti. İçərimlə eşiğin bir olsun, düşündüyünlə danışdığın bir olsun, hiləkar olmayaq. Bizə bunları öyrədiblər min il qabaq. Amma qırılmışıq da, getmişik. Məskərə kitablar, dərslər öyrəşməklə gəlmişik bu günə, bu camiəmiz bu vəziyyətə düşüb, bu fəlakətə düşübdür. 307-də deyir ki, bəylər yaxşı olsalar, xalq varlanar, dünya düzələr. Bizim yadımızdadır ki, o yol bəhslərini ki, 3 dəfə biz 3 Clubhouse-da söhbət elədik. Orada Güney Kore ilə Kuzey Korəni misal vurdıq. Və Amerikanın, Meksikin arasında bir Kuanzas idi fikirəm. Bu şəhərə misal vurdıq. Dedik ki, baba bu Koreya Şimali ilə Cənubi ki, biri idi. Dilləri bir, dinləri bir, fərhəngləri bir, tarixləri bir idi. İndi necür oldu ki, onlar o günə çatdılar, bunlar bu günə çatdılar. Koreya Cənubi dünyada özünə görə bir adı var, sanı var, pulu var. Getmişəm də orada, Busana da getmişəm, Seula da getmişəm. Onlar əslən bir ayrı bir dünyadadılar. Koreya Şimaldan gələni də görmüşəm ki, nə vəzdə paltarları o topraq rəngində, sərbaz, əskər paltarı ilə gəlmişdi. Məsələn, cəşvari, hünərgə. Onu da görmüşəm orada. Aya, məsələn, indi bəzi adam deyir ki, biz Şiiyyik ona görə. Bizi İslam dalı saxlayıbdır. Biz Türkük ona görə dalı qalmışıq. Biz İranlıyıq ona görə. Hər nə mənə deyirsiniz deyin. Mən bunlara inanmaram. Bəşərin zatı dünyanın hər yerində birdir. Kanadada da birdir, Almanda da birdir, Amerikada da birdir, Misirdə də birdir. Zat birdir. O zat fəqət bəylər yaxşı olsa 307-də deyir, xalq varlanar. Yəni Koreya Şimalının bəyləri yaxşı deyirlər. Koreya Cənubuda bəylər yaxşıdır, Japonda bəylər yaxşıdır ki, onlar varlanıblar, dünya düzələr. Səhifə 309-a gedirik. Yaxşı yoxuşa çıxmaq kimidir, çətindir. Pis isə enişə əmmək kimidir. Pis isə enişə əmmək kimidir. Asandır. Bu cür deyim biləcəm. Pis adətləri tapmaq rahatdır. Amma onlarla yaşamaq çox çətindir. Yaxşı adəti qazanmaq gərək çox çətinlik çəkəsən, ta onu təkrar eləyəsən. Amma bir ömür ondan rahat yaşayarıq. Bizə 1000 il qabaq bunu Yusuf Balasaunlu öyrədi və biz qiflət eləmişik. Yaxşı yoxuşa çıxmaq kimidir, çətindir. Pis isə enişə enmək kimidir, asandır. Düzəltmək çətindir, söhmək rahatdır. Toxumaq çətindir, söhmək rahatdır. Və əgər pis adətlərə adət eləsək, bunlar çox rahatdırlar, ləzzət bəxşidirlər, amma bizə zərər verəcək. Gəlin bunlardan dərs alaq. 313-də, beyti 915-də nə mənə deyir? Yaxşılıqdan bugün sənə zərər dəyməz. İnan ki, onun sabah sənə xeyri dəyər. Bugün pislik sənə xeyri görsənsə belə, sabah onun zərərini görəcəksən. Bunu bil. Ya səhifə 317-də deyir, rahatlıq, arzi, nemət, təhlükəsizlik, yəni bixətəri. Bu sevinc, bu neşə yaxşılığın əvəzidir. Ərəblər nə mənə deyirlər? Deyirlər, cavanlıqda yığdığın ağaçlarla, odunlarla qocalıqda qızışacaqsan. Yəni, hər nə mənə ki, asandır. O nacurtərin yoldur, yadınızda saxlayın. Hər nə mənə ki, asantərin yoldur, o lap nacurtərin yoldur. Məmulən o çətin yol,
əniş yox, quş yol. O ki dərs oxumağa irtibatı var, o ki gecə yuxusuzluğa irtibatı var, o ki səhər sübhdən erkən əzan saatından gedəsən, işləyəsən, gecə gələsən, odur ki səni səadətə yetirəcəkdir. Hər nə mənə bundan sonra sənə deyiblər, yalan deyiblər. 313-də. Ay doktor, icazə buyurursunuz bir vəqfə verək və 313 yaddaş buyurun. Dostlar da eşidək, ya istəsiz idamə verəsiniz. Nədir? Twitterini də eşidərəm, yaş. Bu Çatqobilik kitabından müxtəlif kommentlər və suallar vardı ki, biri budur ki, Avropada bu kitabı necə təhiyyə eləyək? Ayrı bir sualları da ki, biz görürəm burada aşağıda yazıblar. در مورد bu soruşublar bu Çatqobilik kitab necə əldə eləyə bilərik Avropada? Yəni çox insanlarımız Avropadadır. Və çox insanlar da aşağıda baxdığım kimi deyir ki, abam da qulaq asır və bu sözləri deyir, qədim sözlərdəndir, hamısını eşidirik. Bu mövzuda əgər söhbətiniz olsa və Kimya xanımın da əgər bir sualı olsa buyursun, ya olmasa Ayə Məcidanın da elə bir sualları var idi və ya bir qıssa biz o eşidək. Çünki vaxtımızdan hələ 50 dəqiqə qalır zamanımızdan. Kimya xanım sizin söhbətiniz vardı, istəsiz sizi eşidək ya Məcid bəy bir eşidək qıssaca. Necə məsləhətdir? Ay doktor da bir istirahət eləsin də bir qıssa. Tamam, Məcid bəy markası aça bilərsiniz. Biz sizi bir qıssa eşidək. Buyurun. Çox sağ olun. Selamlar dostlar. İftira Bayrağa da salamlayıram. Təşəkkür edirəm burada. Vağən zəhmət çəkirlər. Bu otaq deyəm çox dəyərli otaqdır. Yəni bir dənə otaqdır ki, mən özüm vaxtımı ayırmışam. 1 saat ondan qabaq da özümü amadə elədim. Burada hazır olam və dinləyəm. Çox gözəl. Doktora ərz eləyim bir neçə sual olaraq doktordan soruşam. Biri bu ki, doktor bu Türkiye Qəhrəxaniyə, Xaqaniyə ya hökumət Ali Əfrasiyab ya İlək Xaniyan ki deyirlər. Bu bizim ədəbiyyatımızda çox önəmlidir. Buna görə ki, ilk ədəbiyyatımız ki tapılıb da əlimizdədir, buradan başlanıb. Bu hökumətlə başlanıb, burada başlanıb. Kaşqərdə hala bu əlan o Türkistan qisməti olur. Təəssüflə onun idaməsi, yəni bu Xaqaniyyədən, bu Ali Əfrasiyabdan, Qərxandan sonra idaməsi bu cür davamlı olmadı, bu cür güclü olmadı. Yəni belə kitab ki, məsələn, Çatqobilik Tayola, Divanı Lüğət Tayola, Qur'anın tərcüməyi türküsü ola, Ətibətül Həqaiq, bilmirəm, Utbətül Həqaiq, Hibətül Həqaiq deyilir. Ya başqa kitablar, Divanı Hikmət ki, siz də işarə elədiniz qabaqki cəlsə. Buna görə təəssüflə. Bu dövrdə iki dənə böyük kitabımız, biri Çatqobilikdir, biri də Divanı Lüğət. İki dənə böyük adam, Yusuf Xas Sacib və Məhmud Kaşqəri. Əcəbdir ki, bunlar ikisi də bir-birinin yaxınlığında, ikisi də bir şəhərdə dəfn edilir, Kaşqərdə. Və hətta bir şəhərdə də bunlar böyüyüblər. İndi nədir olub? Kaşqəri Yusuf Xas Sacibdən o da aparmayıb, ya Çatqobilikdən. Çatqobilik daha belə Məhmud Kaşqəridən o da aparmayıb. Mənə çox təəccüb edirəm buna görə. Sualdır mənə. Bir Çox də maraqlı. Yenə sualınız var? Buyurun. Məcid bəy. Bəli. bəli. Mən neçə dənə sualım var, icazə verirsiniz. Bir də bu Balasağının etimolojisini ki buyurmuşdunuz. Mən bunları yazmışam. Bir baxıram onun üstündən düşdür edeyim. Bu Wikipediyada çox cəlib bir zət yazıb. Elan açıb oxusaz. Yazıbdı ki, bir dənə farslı kəlmədir və etimolojisini yazıb Balasəqan. Buna görə də sizə tövzih verəsiniz. Bir də başqa bəhslər Ağay Təba da bir dənə yazılarında belə işarə eləmişdilər ki, bu Çatqobilik sözlərin və hikmətlərin və yazıların kitabın adı ilə yadıma gəlmir. O Keykavus
bir dənə Unsurul Maliki Kavus'un kitabı nə mənədir, ondan alıbdır. Sonra mən getdim baxdım, gördüm tarixi o bundan 40-50 il sonra yazılıbdır. Yəni Qutat Kıflikdən sonra. Yəni bu adam heç hətta bu kitabı oxumayıbdı, ya sən heç bu tarixinə diqqət eləməyib. 460 Hicri qəməri ilində yazılıb, o 490-500-cü ildə yazılıbdı. Buna görə fəqət istədim elə bunlara işarə eləmiş olam və bir dənə sizdən sual olaraq bunları tərh elədim. Çox sağ olun, təşəkkür. Siz də sağ olun Məcid bəy. Kimi xanım sizin söhbəti, sizin də sualınız olsa eşitməyə hazırıq. Yaxşı. Elə bir Kimi xanımın sualı yoxdur. Axırda vəli Kimi xanım siz də eşidəcək mühəqqəqən. Ay doktor, buyurun və bu suallara cavab verdikdən sonra o səfəyə ki idamə buyururdunuz, onun idaməsini də eşidəcək. Məmnun. Çox sağ olasınız. Elgar bəy, buyurdular ki, bu kitabı Avropada nə cür təhiyyə eləyə bilirik? Çə İranda olasınız, çə Avropada bu miqdar çətindir. Ağay Məhəmməd Rza Bağbani Kərimi qətlən tanısınız, bizim otaqlarımıza da gəliblər, bəlkə də indi vardılar və eşidirlər ya sonra eşidəcəklər. Onlar indi mən yadıma gəldiği son dəfə məndən Kanadadan danışdılar. Ora getmişdilər ailəsini görmək üçün. Çün onlar özləri bu kitabı yazıblar, yəni Yusif Balasaunludan çörüblər bu türkcəmizə. Qətlən faylı onlarda vardı. Bu kitab üçün 2000 səhifəyə yaxındır. Burada iskan elə, onu PDF elə göndər. Bu çox səqil işdir, ağır işdir. Onun üçün əgər eləyə bilsəz, irtibata keçəsiz Ay Məhəmməd Rza Bağbani Kərimi ilə ki, sizin özünüzün də fikirlərim irtibatınız var. Onlardan bir dəfə əgər xahiş eləsək, bunun PDF-ini qoysaq mənim kanalımda ya ayrı kanallarda bu daha məqul görsənir. Ta bu kitab çap olar ki, nə həzinəsi imkanı var, nə alanı olar o həddə üçün millət tanımır və naşirlərdə rəğbətləri yoxdur, çox söylə dərsi kitablar çap eləsinlər. Bu bir miqdar müşkül olar. Vələ yolu odur. Sonra yetişdik, bəli, bu ədəbiyyat xaqani ya Türkiyə xaqani ki, oğuz elə türküsü də, bu cürsünə deyək. Bu ilk o açılışıdır Türk ədəbiyyatının. Çünki İslamdan sonra ki, bu kitabət gəldi, məxsusən ərəbi əlfabeti ilə məsələn bunlar yazıldılar. İndi Türki, Uyğuri, Üzbəki, Xarəzmi ya Cığtay da deyək buna. Bu amuziş tapdı, yəni qarışdı ərəbi və farsı lüğətlərlə. Ki bəli, Utbətül Həqaiq məsələn yazıldı onda. Ya buyurursunuz ki, niyə Kaşqəri bunları tanımırdı? Bu xatirə bu ki, əslən Kaşqəri fərhəng yazırdı, yəni sözlük yazırdı. در حالی ki Utbətül Həqaiq məsələn dini yazırdı. Bu da məmləkəti nə cür idarə eləyə bilərlər, bunu yazırdı. Ona görə çox təbiidir ki, bunlar bir-birlərinə də ad aparmasınlar ya təbii bir mən bizə görürəm. Bu iki ay təba-təba edib bər unsurul mal ay təba-təba rəhmətlik. Əlbəttə rəhmətlik də yox. Nə deyək? Otdan ota olmuş. Qədim tümbətin deyərlər. Tun be tun. O iki ot tutub da yanır. Vəli bu ay təba-təba çox sözlər demiş. Demişdi ədəbiyyat türkünü 2 saatda kullən deyə bilirik. Qardaş, hələ biz Qutadğu bilikçi istəsək tanıtdıraq, fəqət mərifə eləyək. İndi neçə cələsə lazımdır. Əgər istəsəm düzəməlli deyəm ki, 20 cələsə gərəkdir. Yox, istəyirik ələyən iştirək. Məsələn, gələn cələsə çox söyürəm ki, bəhsi qutaraq üçün çox sözlər yerdədirlər. Sən ədəbiyyatı türkünü tanımamısan, əlbəttə tanısan. Mənim muğriz adam idi. Və bu iki Balasağunu gətiriblər, bəli, Balasağun yazıblar. Olsun, siz gedin vurun Baqirqiri, bir cür quşdur. O, farsıda Baqirqiri yazıblar. Amma siz ona baxsaz görəcəksiniz, bağrı qərədir. Yəni quşun bağrında bir qərəlik vardı, bağrı qərədir, Baqirqiri olub. Elə Balasağun da o cürsünə gedər, Kaşqər, qəlbi Türkistanda farsi lüğət olar. Və bunlar çox təbiidirlər, mən fəqət gülürəm bunlara. Yəni bəzən də gəlirlər danışırlar, Muqadişo bu kəlmədən gəlibdir. Yəni o qədər əcib gəlir, heyrət edirəm mən bunlara. Səhifə 313-də deyir ki, bəylik mənə pislik ilə yetişəcəksə, istəməm. O bəyliyi mən sənə bağışlayıram. Hətta bir mali, bir qüdrəti insanın əlinə gəlsə, bu istəyir deyək ki, Makiavelisti
baxış bizdə yoxdur. Əgər pisliklə əlimə yetişəcək, onun zirabını vuracağam idarədə. Onu keyf çuğuldayacağam, şeytanlıq eləyəcəyəm ki, məni bizlərə aparsın rəis üstə tərəf. O bəylik heç ərzişi yoxdur və bizə bunu öyrədir. Bizə düzlüğü öyrədir bala sağollu. Səhifə 323-də, beyt 966-da deyir kim özünə hakimdir, o səlamət qalar. Cəhad əkbər ki, İslamda da varımızda elə budur. Hər kəs öz danışığına, öz fikrinə, öz baxışına, öz zamanına, öz yediyinə, boğazına, öz rəvabitinə, öz puluna, malın xərcləmağına hər zada hakim olsa, bu çox qüdrətli insandır. Bayaq dedim ki, o aram otağa ki, balaca otağı ki, ruh deyirik, dünyanın böyük savaşları orada üz verir. Əgər orada qırpaslayaq, şallahlayaq, tərbiyyət eləyək ruhumuzu, onda böyüklüyə yetişəcək. Bizim millətimizin tək-bətəkinin ehtiyacı var. Hələ bu hakimlər ki, bu hakimlərə deyib. Amma mən fikrim elə qərəbaşlar da, qərəyaxələr də hamısının ehtiyacı vardır ki, özümüzü əvvəl tərbiyyət eləyək. Biz hamımız söyürük ki, dünyanı dəyişək və həmişə gileylik eləyirik. Məmləkətimiz niyə belədir? İnsanlar niyə belədilər? Onlar niyə bu işi görürlər? Amma داشتی پیش چشمت şişə kəbud, zan kəbudət cümlə aləm minimum. Özümüzü dəyişsək görəcək dünya dəyişilir və özümüzdən başlayacaq. 325-də bir şey soruşsalar danışmalıdır. Soruşmasalar ağzını açmamalıdır. Biz nə qədrimiz bu işi görürük? Yəni ağzı olan konuşur. Hər kəs bir dənə əlinə bir səfət keçibdi Instagramda. Mən bəzən utanıram bu türkü sözləri. Bu da türkü sözdür. Axı hardan bunu deyirsən bu türkü sözdür? Onda etibar o düz sözümüzü də aradan aparırsan. Mən hər nə mənə deyirsiz, ingiliscə deyirsiz deyin, ərəbi deyirsiz deyin, mən onu türküyə oxşadım. Eləmək olar da. Amma axı sənədsiz ola bilər bu. Bu köksüz eləmək olar, məntiqsiz ola bilər. Bu işi görürlər. Birdən görürsən nə qədər adamda like vurur. Bu gün gördüm bir nəfər gəlmişdi, yazmışdı ki, keşvərha çəqədr xidmət darənd. Yəni bu ölkələrin ömürləri, yaşamları nə qədridir? Və gəlmişdi Türkiyənin bəli 75 il ömrü vardı, bilmirəm İsrailin 75 il ömrü vardı, o birisinin 25 il ömrü var. İrana yetişəndə aparmışdı Əsri Yaxbəndana. Mən bilmirəm bu zaman ki, axı əvvələn heç İran adında deyəndə bu coğrafiyalar kimdi vardılar? Bu coğrafiyalar yeni coğrafiya siyasətlər. Təəssübümüz bizim nə qədər gərək olar ki, gözümüz kör ola və mənim sözüm yoxdur ki, bəzilən getmişdi hökuməti siyasi ilə, məsələn Azərbaycanı getmişdi, eləmişdi fərz edək 25 il, 30 il. Yaxşı, o hökumət iki təşkil tapıbdı. Da o Azərbaycanın ki Məhəmməd Əmin Rəsulzadə cürüb o da qoymuşdu kənara. O Azərbaycanın ki Atropatkan Yunanda heç o birisi ölkələr məmləkətlərin adları yox idi. Azərbaycan adı məntəqədə hamısından qədimi keçibdi bu addı və bir nəfər sənəd gətirər ki, bu Atropatkandan qədim ad bir yerdə keçibdi. Mən onda gedim onun şahidliğini eləyim. Yoxdur. Onu da qoyur kənara. Deyir Azərbaycan taza yaranıbdı. Tamam şübhələr taza yaranıbdı. Və İrana gəldim. Mənim sözüm yoxdur. Qeyri-elmi bir sözdür. Cəzzab bir xanım oturubdu. Gözəl qəşəng videodur. Gözəl məsələn təsvirlərlə sazəndələr sağ olsunlar. Mənim sözüm buradadır ki, 500 o zaman ki mən baxdım bu videoya mənə göndərmişlər. 517 min nəfər də buna like vurmuşdu. Yəni bəyənmişdi 517 min nəfər. Yəni görün toplum nə qədər şuursuz olubdu ki, heç öz-özünə fikirləmir ki, baba bu məsələn Türkiyəni deyib, özü də təəssüblə Türkiyənin ya bəzi ölkələri lap qısa deyibdi. Baba bu Türkiyə heç olmasa ondan qabaq Osmanlılar var idilər. 500 il bundan qabaqdan ki onlar var idilər. Ondan qabaq Səlcuqlar var idilər Türkiyədə. Yəni onları da nəzərə tutmayıbdı ki, heç olmasa xidmətini apara bir 1000 il eləyə oranın. Gedək 320. Bəs burada deyir ki, boş söz danışma, soruşmasalar ağzını açma, yediğin əhsin Instagramda story eləmə, getdiyin yeri story eləmə müsafirəti, malı və maşınının əksini göstərmə, istəxrivi göstərmə. Yəni bunlar nə mən üçündülər, nə xeyri vardı, qeyr az ki, heqarətləri içərimizdə qalanıblar, daşıblar.
onların aram eləməyindən, sakit eləməyindən sonra o birinin bu birinin vaxtını tutmaqdan ki, bu filtr şəkərlə, bu ozanla, bu pulla gəliblər, internet alıblar, onların vaxtını tutub və onlara bir ayrı bir xəyali bir dünya göstərməkdən sonra ayrı bir xeyri var. Bunu bizə öyrədibdi Qutadqu bilik. Səhifə 327-də deyir, avamın qarnı doysa, öküz kimi yatar, boş sözlərlə ovunar və kökələr, sadəcə yeyib yatan heyvandır. Bax, bilginin iki əlaməti var. Bu iki şeylə insan bəxtiyar olar. Bunların biri dildir, digəri boğaz. Təs burada nə mən öyrətdi bizə? Dedi, avamın qarnı doysa, öküz kimi yatar, boş sözlərlə ovunar və kökələr. Deməz ki, mən indi qarnım doydu, durum bir kitab oxuyum, gedim bir Clubhouse-i qulasım elmi. Durum bir məqalə oxuyum, durum bir ciddi işi görüm, durum həmsayın qapısının qabağını əslən süpürüm. O da bir xeyirdir da. Mən o günlərimə xanım sönüb mənə deyir ki, bax Rəhim ağa, bu ağa da sənət hayları varmış. Ağa nə iş görmüşdü? Naylon götürmüşdü yerdən, parçadan zibilləri yığırdı. Çünki mən hər yerə getsəm, elə görəsəm qohumun uşaqlarını da orada, öz uşağımı da orada, hamını da bəhsiz elərəm. Həriyə bir naylon verirəm, əlinə bir əlcə. Başlarıq oranın zibillərini yığarıq. Yaxşı, demir ki, mənim bir qarnım doydu, durum bir xeyirli iş görüm, bir faydalı iş görüm. Yazıb ovunar, kökələr, sadəcə yeyib yatan heyvandır. Burada öküz misalı vurubdu. Çox bağışlayın, mən də elə öküz misalı vurum da. Öküzlə o insan ki, xeyir yetirməyəcək bu dünya, nə fərqi vardı? O ki, fəqət elə mal qalıyım, bilmirəm, maşınımı dəyişim, özümə yetişim. Axı, bu podkastı quranlar, bu podkastə gələnlər, bu podkastı işləyənlər bir xeyir yetirirlər. Deyirlər, 1000 il bundan qabaqda bir qırıqlıq var idi. O hikməti, o nəsihətləri, o ata-baba sözləri, o düşüncəni ki, əlbəttə 1000 illər gəlmişdi, yetişmişdi, o şeirlər olmuşdu. Minlər illər gətirək bağlayaq bugünkü camiyə. Niyyətimiz xeyirdir də, xeyir yetirək. Amma o adam ki, bu işləri görmür, fəqət öz fikrindədir. Onlara öküzdən sonra ayrı bir söz deyə bilirik. Bizim rəhmətli bir Aziyə var idi. Deyərdi ki, mən birini görsəm yıxılır, onu bu cürsünə tutaram, əlindən tutaram, kötəyin yesəm də yenə də tutaram. Bir yol biri söndü dedi ki, Aziyə axı, o işi görürsən bu cürsünə adam bəzən xeyir yetirir, özü şərrin görür. Dedi ki, axı mən dinməyəm, o yıxıla, mənlə o öküz iki durub mənim yanımda nə fərqimiz vardı onda? Mən uşaq idim, bu sözlər söhbət olurdu bizim evimizdə, yadımda qalıbdı. İndi burada bu öküzü eşidirəm, o yadıma gəlirəm. Deyir ki, haman beytin kəsirində bilginin iki əlaməti vardı. Biri dildir, digəri boğaz. İnsan ki, qarnını kontrol eləyə bilmir. Yəni, insan ki, cisminə təsəllütü yoxdur. Bu özü elə, üzr istəyirəm, öküzlərə yaxın gedir. Biri də dildir. O adam ki, dilin qabağını alanmır. Bilmir nə zaman danışacaqdır. Soruşmadan cavab verir. İstir özün isbat eləyə, sübut eləyə. Bu da elə bir şəkildə. Və bunlar bizim dərin sözlərimizdirlər. 333-də. Gərəkli sözü uludan dinləməli. Yəni, mühim bir sözü yuxarı bir adamdan eşidəcəksən. Yəni, mən istəsəm, məsələn, fərz eləyək, bir dənə maşın modelini sual soruşam, gedib nəticərdən soruşmaram ki, o ki, mekanikdir, ondan soruşaram. Mən istəsəm, bir dənə radiatorumuz xarab olubdur, sual soruşam, onu gedib bərqçidən soruşmaram ki, onu lüləkeşdən soruşaram, radiatordan soruşaram. Gərəkli sözü də ziyalı insandan gərək eşidəsən. Burada təəssüflə o cür olmayıbdır. Siz vurun bir İran bir kanallarına. Sən Allah vurun bir baxın bir indi şəbəkələrə, bir gedin üstdən aşağıya. Biliksiz insanlar gəliblər, otururlar, bir sözləri deyirlər. Məsələn, karşınası siyasıdır. Karşınası siyasi nə mənə deyir, bilin ki, onun əksi olacaqdır o bir həftə, 2 həftə sonrası. Çünki biliksiz insandır da və bu ittifaqlar düşürəm. Henry Louis Bergson bu Fransızın filsufudur və 1927-də Nobel alıbdı, ödülü alıbdı, caizəsi alıbdı. Deyir, əməl adamı kimin düşünün, fikir eləyin.
və fikr adamı kimi işlədin. Hakimlər bilirsiniz niyə bir dənə yolu vururlar, 2 həftə sonra təzəşdən yolu qazırlar, ayrı yol vururlar. Bir körpü vururlar. Məsələn, bir ay sonra o körpüdə bir arıza olur. Bir yol vururlar, deyirlər, bu olmadı. Çox işlərdə bu cür qələt işlər o qədər görmüşük. Biz xoşbəxtانه hamıda da nümunələr var beyinlərində. Be xatir bu ki, əhli əməl kimi görməyiblər ki, o özü işləməyibdir ki, özü oradan əgər gəlsəydi sıfırdan yuxarıya, onda o işi görməzdi. Azmunu xəta deyil ki, beytülmalın pulu gətirsən, hələ sən bura vurasan, sonra görsən ki, iştibah vurmusan, buranı qələt vurmusan. Və təzəşdən sökəsiz, təzəşdən bir ayrısını vurasız. Və bu bizə bunu deyir. 349'da deyib başında qu rəngi olan insan çalışmalıdır ki, könlü də qu kimi ağ olsun. Instagramda bir baxırdım, görürdüm ki, topa görə nə mənə yazıblar. Qoca kişi, başı ağappaq, ağ səqqəl. Bilmirəm, Mes به من گفت چی گفت دم گوش من گفت چی گفت گفت من از filan kəs میترسم. Axırı sən yetişmisən 70 yaşında, 80 yaşında ki, gedəsən orada o zırnanı alasan əl və çalasan və bu cür uşaq yana bir sözlər deyəsən. Biz hara gedirik, hara? Deyir ki, bəs başında qu rəngi olan insan çalışmalıdır ki, könlü də qu kimi ağ olsun. Qocaldıqsan bu cazibə zəmin yerin çəkimi üzünü çəkməsinə şayət. Aslaq bir üz ola ki, qiyafəyə baxanda uşaq qorxa, o cür olmasın. O qocalardan olun ki, o gülümsəmağıyla, ləbxəndinə mübarizələmisiniz və ürəyiniz də haman o gülümsəmaq kimi təbii və doğru olsun ki, ürəyiniz böyük olsun, qocaldıqca ürəyiniz böyük olsun. Əlbəttə, çoxları xoşbəxtانه bu cür olurlar, o qədər başlarına gəlir və görürlər və indi dedim mənim abam da qulaq asır, onun ürəyi kimi inşallah hamımızın ürəyimiz böyük olsun. 355'də deyir, bütün canlılar üçün ölüm bir qapıdır. Yeriyənlərin hamısı bu qapıdan geçir. Nədir bu dirilik? Nədir bu ölüm? Hardan gəlirəm? Haradır yolum? Farsda gəlibdir, bu olub haman o məruf şeir ki, ز کجا آمدم آمدنم بهر چه بود به کجا میروم آخر ننمایی vətənəm çənd ruzi qəfəsi saxtənd az bədənəm. Neçə günlük bədənimizdən bir qəfəs yaraldıblar. Biz nə mövcudu zəminiyik, yer adamıyıq, bir dənə mövcuduq, heyvanıq yerdə ba təcrübiyyat farazəmini, yəni bir təcrübələri eləyək ki, bu dünyadan fərqlidir. Məsələn, yuxuyu görürük, sonradan olur və deyirik, mən məsələn bu görmüşdüm, bu oldu bu günlərimə. Nə biz bəs mövcud zəminiyik با təcrübiyyat farazəmini, bəlkə biz mövcud asmaniyik در زندان زمین. Yəni bu qalib heyvanı da biz əsir olmuş mövcudlarıq ki, burada gəlmişik. Və bu 355'də bu ölümü hey bizim yadımıza salır. Az kitab vardı ki, 1000 il qabağınca ola, çox az kitab vardı ki, bizə bir belə axirətdən, bu belə dindən, bu belə əxlaqdan söhbət eləyə. Mən çox çətin məsələn kitablar görmüşəm. O da çox mütəəssibanə baxıblar. Səy ediblər ki, çəhsinlər öz məzhəblərinə, öz şivələrinə və ona görə yazılıbdır. Amma bu burada vaqəən yaxşı niyyətlə istəyir hakimləri tərbiyyət eləsin. Səhifə 357-də deyir ki, çoxlu mal ac göz doymayan əcəl tutanda peşman olar. İşi yoluna qoya bilməz. Farsıda təzəşdən nə deyiblər? Bundan təsir alaraq deyiblər, چشم تنگ دنیا دوست را یا قناعت پر کند یا خاک گور یا toprağını görün toprağı bunun gözünü dolduracaq, doyuracaqdır. Ya da qənaət. Hər hal ki 1000 il qabaq bizə deyibdi ki, əcəl tutanda peşman olar bu. Deyər ki, bir belə məsələn mənim indi 30 dənə apartmanım var. Bu belə birində qalacaqsan. Nə qədər çörəyin olsa elə bir boşqab düyünü yeyəcəksən. Elə o ki 200 dənə borcu var, elə də boşqabdan çox yeyə bilməz. 2000-ci boşqabı yeyə bilməz. Elə sən də bir boşqabdan. Biz istiqlal iqtisadı mühimdir. Tək bir tərkimizə. Hər kəs ki Azərbaycan yolunda çalışır. Mən həmişə ona demişəm ki, ilk iqtisadiyyatı düzəldin.
İlk əliz ağızda yetişsin. İlk izzət nəfsiz olsun. Çünki varız olmasa izzət nəfsiz olmayacaq. Çünki pulunuz olmayacaq, gedəsiz bu qutadğı bilikə 3 milyon pul verəsiz, gətirəsiz, oxuyasız və deyəsiz millətə. Çünki internetin əsən pul olmayacaq alasan və bu cür bizatlara fikrin ola. Bəs biz əvvəl iqtisadiyyatımızı düzəltməliyik. Amma nə o həddə ki, dünya bizi bu qız kimi allada, tuta və o qədər gedək dərinliyinə ki, biz heç bilməyək ki, hangi zaman əcəl yetişdi, yapışdı yaxamızdan biz deyək, mən gəzməmişəm, mən görməmişəm, mən fikir eləməmişəm, düşünməmişəm, baxmamışam. Oturub bir dənə ay bu gecə çox gözəl idi ay. Buludlar da bir gün gözəl idi. Heç oturub bunlara heç vaxt baxmamışam ki. Onu deyəm məsələn, o deyəcək gəl gedək də vaxt yoxdur. Səhifə 361-də deyir kimin arvadı, oğlu, qızı varsa, o kişinin necə yuxusu gəlir? Necə yuxusu gəlir ki, mən görürəm tərəf məsələn böyük bir məqamdır. Bu şəxsiyyətdən gedir o şəxsiyyəyə, o şəxsiyyətdən gedir o şəxsiyyəyə. Qardaş, sən məsuliyyətin var, cəng zamanıdır. Nəmadin harətdə get, əzadarlığı və elə Allah qəbul eləsin. Amma onunla populisti işlər görməsən Allah. Dini vəsilə eləmə. Yəni burada deyir kimin arvadı, oğlu, qızı varsa o kişinin necə yuxusu gəlir? Mən qəşəng bilirəm. Fərz eləyək. Məni indi salıbla bir dənə selül infiradiyə. Mən fikir edirsiniz ki, narahat olunam ya söyünəm. Mən fikir edirəm, mən çox söyünəm. Be xatir bu ki, heç məsuliyyətim olmaz. Mən apartmanımızda müdirəm, ailəmdə müdirəm, ailəmə, famililərimizə baxıram, yetişirəm, bilmirəm, iş yerlərimizə yetişirəm, hamısına yetişirəm, məsuliyyət, şəhrimizdə məsuliyyətim var, podkastda məsuliyyətim var. Tamam baxıram görürəm, səhər yuxudan durandan gecəyəcən məsuliyyətliyəm. Bunun nə cür yuxusu gəlsin? İndi mən bir dənə müəllim bu cür baxanda tərəfi ki, böyük bir dənə məsələn fərz edin məqamı vardı. O doğrudan nə cür vaxt tərəf eləyə bilər? Hala yuxusu olmasın, əslən dedim şəxsi olsun. Neçə saat adam şəxsiyə gedə bilər? Nə qədər gərək gedəsən? Bilirsən məmləkətdə nə qədər işğal edirlər, nə qədər tərklər, bərnamələr gərək tökəsən. Millətin dini də əldən gedər vaxt iqtisadiyyatı körlandı. Və bunu da üz tuturam elə məhsullarımıza da deyirəm ki, inşallah qulaqlarına yetişsin bir müəllimdən bu sözü yaxşı niyyətlə eşitsinlər. Səhifə 363-də Aydoldu o zaman ki oğlu öydülmüşə danışır, deyir dünya məni aldatdı, sevib yanına çağırdı. Dünya cəfa qıldı, bu səadət qocaldı. Aydoldu axı ölür də, bir qismətdə yetişir ki, bala ölür və oğlun çağırıbdı və bunları deyir. Və biz gəlir, yetişir məsələn Şəhriyarın şeirinə. Deyir bu dünya fanidir fani, bu dünyada qalan hani. Davud oğlu Süleymanı təxt üstündən salan dünya, yalan dünya, yalan dünya. Nə gözəl və dərin şeirdir. Əlbəttə bunun əvvəl beyti var idi. Şəhriyar o mətləyi götürür və ondan sonra artırır, gətirir və o yalan dünya şeirini deyirəm. Səhifə 373-də deyir oğul sərt tərbiyə görməsə yava olar. Ondan əlini üz. Kimin oğlu, qızı, erköyün olsa, onun payına ağlamaq düşər. Mənim yadıma gəlir ki, bir zaman bir Əzimzadədən ki, hudud məsələn 120 il bundan qabaq Molla Nəsrəddində məcəllədə karikatur çəkərdi, təsvirgər elərdi, illüstrasiyon. Mən ondan bir kitabı gördüm ki, Mirzə Əli Əkbər Sabir Tahirzadənin bunun şeirlərinə karikatur çəkmişdi. Bunun bir şeirlərinin bir beytini götürmüşdü, uşaq idi, əlini qoymuşdu qulağına, yaman danışırdı, söyürdü da birin, yəni yaman deyirdi, pis sözlər danışırdı. Və dədə hislənmişdi, o tərəfdən nənə oturmuşdu, deyirdi ki, ay kişi, nə ədəb vaxtıdır, qoy söysün, uşaqdır uşağım. Sonra deyirdi, ufaqdır uşağım və bu şəkildə bu şeir gedirdi qabağa. Nə ədəb vaxtıdır.
Bu Molla Nəsrəddindən danışmışıq ya danışmamışıq. Kaş bir iki cələsə də bu Mirzə Ələkbər Tahirzadədən danışaq və onun şeirlərindən, Mirzə Əli Möcüz Şəbistərdən də danışaq, onun şeirlərindən və görün nə qədər ayıq və aydın insanlar idilər ki, deyir ki, uşağı gərək uşaqlıqdan çətinliyə tutasan. Yox, ərköyün böyüdəsən, istədiyin verəsən, tərbiyə eləməyəsən, işə tutmayasan, nəzmə salmayasan, ömrünün axırınacan ağlayacaqsan. Yazıbdır ki, kimin oğlu qızı ərköyün olsa, onun payına ağlamaq düşər. Heç kəs hətta əlay müvəffəqiyyətə başarı yetişməz, məgərin ki, o səhlənkarlıq ruhi ki hamımızın içərimizdə vardı, onu sındıra və onu sındırmaq uşaqlıqda olar. Böyüklükdə çox çətindir onu dəyişmək. Səhifə 385-də deyir, qafil olma, sabahki işi bugün düşün. Baxın, deyər ki, Almanlıların həftədə 7 dənə həftəsi var, hamısının adı bugündür. İranlıların həftədə 7 dənə günü var, Almanlıların 7 dənə günü var, hər günün adı bugündür. İranlıların həftənin 7 günü var, hər günün adı sabahdır. Yəni fəlsəfi İranlı nə mənədir? Deyir ki, bu işi sabah görmək olar. Deyirsən, bəli də sabah da görmək olar. Deyir, xub, niyə bir gün görək, elə sabah görürük da. Almanlı nə mənə deyir? Almanlar axı dünyada Japonlar kimi çətin işləməyə məşhurdular. Almanlı deyir, bu işi bu gün görmək olar. Deyir, bəli, bu gün görmək olar. Deyir, bə niyə qalsın sabah? Bu gün gərək görək. Bizə 1000 il qabaq bu Almanlı fikri, bu Japonlu fikrindən qabaq, 1000 il qabaq deyir sabahki işi bu gün düşün. Yəni bərnamərizlik elə və işi gör. İndi bərnamərizdə öz bilirsiniz, danışmanlar deyirlər 10 dəqiqə bərnamərizlik 1 saat sərf edəcəyudur vaxtda. Yəni insan oturur, sıralır, bölür işlərin sabahın. Əvvəliyyət bəndilir, hangi iş zəruri gərək görəm, zərər çəkərəm bu görməsəm, onu gətirir ilk sırada, əlamət verir və oturub planın üstünə fikir edir, nə cür eləyəcəm, hangi saat gedəcəm, bölüşdürür. Bu insan o birisi insanlardan qabaqdır və bizə nə bunu 100 il bundan qabaq ki, bu bərnaməriziyə əsəb kəlam çıxıbdı, nə 50 il, 20 il, 10 il bundan qabaq ki, bu sarı peyizlər, suxanranlar çıxıb, məcəlləhay müvəffəqiyyət çıxıb, bəlkə 1000 il qabaq bunları bizə öyrədibdi. Gəlir 386-da deyir, doğruçu ol, doğru yoldan sapma. Doğru iş görən, eyni buna bənzər ki, gedir atifi ya etibarı bir yerdə bir zadı orada pəsəndaz edir, qalır, yığır. Yəni bunun mövcudusu Kant gedir yuxarıya, nə qədər mövcudu getdi, sabah o belə də vam ala bilər. Sabah o belə də bərdaşt eləyə bilər, pul götürə bilər oradan. Amma insanlar ki, yalan danışırlar, hey buna zərbə vururlar, hey dalı geydirir, qıstların verəmmirlər elə bir, sabah vam almaqları bunların çətin olacaqdır. Bunu 386-cı səhifədə yazıbdı. Səhifə 427-də nə deyir? Deyir, dünyanı sınamış, bilmiş insan nə deyir? Eşit. Uşağı bilgiyi kiçiklikdən öyrət. O əfradı ki, uşaqların kiçiklikdən aparırlar xarici dil öyrətməyə, aparırlar bilmirəm bərnamərizi klasına, aparırlar bir dənə vərzişi bir, spor bir riştəsinə, hünər bir riştəsinə, onlar o birislərdən qabaqdılar. Hələ bu çox kiçikdir, hələ bunun vaxtına qalır, yox. Əgər kiçik zamanında, kiçik sağlıqlarında insana dil öyrətsən, qabiliyyəti çox tərdir ta indi. Mən gəlmişəm, məsələn, fransız öyrəşirəm. Mənə indi çox çətin gəlir bir dənə feili, məsələn, istəyirəm bir dənə buanı, məsələn, sərf eləyəm, jubuva, tubuva gələm, görürəm burada bir dənə es gəlir, bunun gəlir, bilmirəm, bunza gəlir, nə mənə gəlir, çox çətin olur biləmə. Amma əgər bunları uşaqlıqda mən öyrətsəydilər, mənim daha işim rahat idi. Hərçənd ki, etiqadım budur ki, 70 yaşımızda olsa, gərək bir yeni dili də təzəşdən öyrəşək. Yəni bu Fransanı bitirdikdən sonra qətvən söyürəm ki, məsələn, rusunu da öyrəşəm ya o biri dilləri də. 431-də deyir, erkən duran azuqəsi artar.
Qəvanin müvəffəqiyyət eyni cazibə zəmin kimindirlər. Yerin çəkimi kimin qanunlar vardılar. Bu bizə istir yaşamın tərzini öyrətsin Yusuf Balasağondu. Ona gədiyi erkən duranın azuqəsi artar. O ki gecə saat 3-əcən ayıq qalır. İndi bilim adamları, danışmənlər deyirlər, insan çox ayıq qalanda beyin özün yeyir. Yəni babam elə toyuq necə girir ninə yatır. Bu çıraq ixtira olandan, bu mobil ixtira olandan insanlar başlayırlar 3-əcən ayıq qalırlar. Çalışın ki, heç olmasa da 11 yarımacan yatın. Mən özüm də zindəcanımda elə bu cür sınıyam. Əğlab elə 10 yarımla 11 yarım arası yataram. Səhər də əzan çağı duraram. Bu qanunlar dünyanın hər yeri olur olsun. Yəni fərq eləməz ki, indi Nepal olur olsun. Ya gedək məsələn Venezuela olur olsun. Elə su 100 dərəcədə qeynər də. Pəs əgər orada da erkən dursan, burada da erkən dursan, bunu da bir həmişə demişəm, duz qataram sözlərimə, səy elərəm misaldan, xatirədən, ondan nəql qol, bundan nəql qol, quru olmasın bizim bəhsimiz. Bir vəzir şaha çox deyirdi ki, padşah tez duran başarılı adam olar, müvəffəq insan olar. Və o qəd dedi, bir günlərimə Kaxa gələndə, saraya gələndə oğrular kəmin qurmuşdular. Bu vəziri soyarlar. Nə mənə qızıldan, qılıçdan, xəncərdən, nə mənə əsvada alarlar. Bunu paltarsız yollarlar gedər Kaxa. Bu yetişər Kaxa, şah başlar gülməğa. Deyər, hə, vəzir, erkən durursan, erkən duran elə bu cürsün olar da oğurlan toruna düşər. Vəzir gülər deyər, qurban, cinə də elə o cürsünadır. Həman səhərxiz, başlar, tam rəva başı, erkən duran utar. Onlar məndən erkən durmuşlar, kəmin qurmuşdular. O kəmindən məni yaxaladılar da, o tuzaqdan məni yaxaladılar. Və mən əgər erkən dursaydım, onlardan qabaq rədd olacaqdım, gedəcəkdim. Səfiyyə 433-də, o zaman ki ayd oldu ölürü, gözünü göyə dikib, əlini qaldırdı, son sözünü kəlmə-i şəhadət sözü oldu. Bərxəlafə, bu iki, o birisi kitablar, ad aparmıram, bəzilərin qəlbinə gəlir, ya məsələn, təəssüblər var öz kitablarınız adına, ona görə deyilə və mən istəyirəm təxrib eləyəm bir dili, bir kitabı, ona görə ad aparmayayım, amma həmsu ba öz dinimiz, İslam, həmsu ba öz inanclarımız, mən bu kitabı görürəm. Ona görə deyirəm ki, bəd az bu dini kitablardan sonraki ərəbi dilindədirlər, türk kitablardan əgər mənə desələr, hətta Dədə Qorquddan, Kaşqəridən, Utbətül Həqaiqdən, bunların hamısından qabaq mən bu kitabı sifariş edirəm ki, bu kitabda bizə dünyanın yaşamağını deyib və axirətə. Baxın, son sözü kəlmə-i şəhadət sözü oldu. Siz o bir kitablarda, məsələn, bir dənə karakter öləndə məgər bu sözləri eşidirsiniz. 435-də insanın özü çox qısa ömür sürsə, ancaq əməli uzun, dili və sözü böyükdür. Aya Əhmədi Kəsrəvi ölüb? Aya Profesor Zehtabi ki bir gün gəldi, əlindən yapışdım mən, heç kəsi o tanımırdı, nümayişgahı İdarə Şəki taza cürrənirdi Abrəstanda, onun zirzəmisində Ruznamə Nigarı bir sərgi qurmuşdular. Gəldik qurfələt, bir tanıtdırdım, onları tanıtdırdım, bir tədat tanıdılar insanların və aya Profesor Zehtabi ölüb məgər? Yox, Kəsrəvində əməli qalıbdı, sözləri qalıb. Hələ biz Azəri bəhsindən qurtulanmamışıq. Bir nəfər o Zolbək məğzilərə öyrədək ki, baba Azəri adında bir dil yoxdur bu dünyada, elmi nəzəriyyə. Yoxdur bu cür bizdə. Əslində nə kətibə var, nə bu işvər danışan var, nə lüğətnamə var, nə filan beyt vardı. O beyti gətirin mən sizə tozih verim ki, əslən bu hardan bilirsən Azəri? Kimsə nə deyib Azəridə? Aya Babək ölüb, Babək ölməyib, Əfşin də ölməyibdi. Yaprimxan da ölməyib, Səttarxan da ölməyib, Rizaxan da ölməyib, Məmməd Rza Şah da ölməyibdi, Pişəvəri də ölməyib. Yəni baxış, fikr və əməl qalır bu dünyada. Mən bu sözü deyirəm, mən gedəcəyəm, məndən sonra bir günləri açacaqlar, bu səslərə qulaq asacaqlar, bəhs olunacaq, danışacaqlar, yazacaqlar, fikr eləyəcəklər. Bu səslər qalacaq bizdən sonra. Ona görə çox-çox diqqətli olaq ki, biz gedəndən sonra o biri dünyada bu əməllərimizin, bu sözlərimizin, bu yazdıqlarımızın giriftarı olmayaq. Səfiyyə 449-da deyir, kimin sənə biraz əməyi getsə, sən ona ondan da artıq et.
Başqasının əməyinə qiymət verməyən cinə dişlədir, öküzdür. Ey dövlət adamı. Yəni qədrdan insan olaq da. Tərəf düşəndə bir dənə ranəndiyə demir ki, əl qoluz var olsun. Vəzifəsidir. Sən hər kəs ki çiş gördü, bu örgədir 1000 il qabaq ki, ondan artığın ona get. Bir qədəm gəldi, bir addım gəldi, 10 addım get ona tərəf. Və mən axır sözümü bu cürsünə gətirim. Yəni bunlardan birazı qalır, birazcık çoxu qalır da. Biz hələ əvvəl cildi yarı yetirməmişik. Hövsələz olacaqdı. İnşallah mən də bunları gedəm, bunlar da yadigar qalsınlar. Bertrand Russell bir dənə bir söz deyir. Deyir, lap gözəl bir şahid. Bir işi görmək olar. O da budur ki, sizdən qabaq biri o işi görmüş olar. 1000 il qabaq Qutad Qubbiliç bu sözü deyir və türk hakimlərində deyir. Bu işi görüblər və bəylərinə öyrədir qərəxanların ki, siz bu işi görün. Və ondan sonra da 1000 ildən, demək olar 1000 ilə yaxın türklər dünyada hakim olurlar. Elə bu sözlərə dayanaraq, bu bilimlərə, bu tərzi təfəkkür ya cahan dünya görüşü cahanbini, bunlara dayanaraq dünya hakim olurlar. Və biz bunlara gərək dayanaq, ondadır ki, ya utarıq, ya utuzmarıq. Utuzmaq yoxdur, örgəşərik. Örgəşə gedərik. Ya utarıq, ya tazaşdan örgəşərik, olmadı bu cürsünə. Ya örgəşərik, axırda yolun taparıq. Və axır sözünə mən sözü qurtarıram. Səfis 485-də. Biliksizə dövlət yetişib, səadət nəsib olsa, xalqın arasından nifaq və el içinə fəlakət düşər. Bilikli, əqilli adamın əlinə getsə, el rahatlığa çatar, buna inan. Gecəz xeyrə qalsın. Çox təşəkkür edirəm Sayın Doktor Rəhim bəy. Allah sizə uzun ömür versin və təşəkkür edirəm. Ay Doktor Ziya Sədrəl Əşrafiyyətə xoş gəldim deyirəm. Maykı çevirirəm Kimya xanıma. Kimya xanım, mayk sizdədir. Maykı aça bilərsiniz, siz də Çox eşidək. sağ olun. Çox təşəkkür edirəm Eliyar bəy. Ürəyinizə sağlıq, hörmətli Rəhim bəy. Mən də elə sizin sözünüzün qüvvətini elə Qudad Qublik'i hər halda nə vaxt Ayət Bağban Çərimi zamanından bəzi qismətlərini oxumuşam. Siz də dediniz o qədər gözəldir ki, yap insan tərğib olur ki, bu kitabı çox tər oxuya da. Deyək, bilgili kişi el içində əziz olar, bilgisiz kişi öz elində xar olar. Siz o qədər bilgili insansınız ki, mən düşünürəm hamımızın əzizisiz. Əsas olmasa zəhmət çəkisiz və bu qədər zəhmətinizi 2 saatlarla bizim dərvağı ixtiyarımıza rayqan olaraq qoyursunuz. Bu dünyada indi heç zat olmur, yəni pulsuz, parasız olmur. Dünya bu cür üzərində gedir. Allah sizə tül ömür versin. Ay Doktor Ziya Sədrəşah və əziz ustadımıza mən salamlarımı ürəkdən sunuram. Doktor Rəhim bəy, bilmirəm, heç məzuriyyətdə olmadan 10 dəqiqə bizlə ola bilərsiniz ki, biz Doktor Ziya Sədri də işdə sizin hörmətinizə gəliblər. Bəli, xoş gəldin deyirəm onlardan. Sizin də gözəl sözlərinizdən təşəkkür edirəm. Bunu özümə borc bilirəm millətimizə. Biz çox boşlayıq. Əgər millətimiz də bu günə çatıbdı, bizim az çalışmağımızdan, bizim qüsurumuzdan olubdu və gərək neçə qat çalışaq. Çox yaşayasınız. Ay Doktor, çox ürəmizli bəzi sözlər paylaşacağam, amma həmişə zaman az olur. Tərcihim bu olur ki, sizi çox tər eşidək və çox minnətdaram öz adıma sizə. Doktor Ziya Səd, sizi eşidək, çox xoş gəlmisiniz. Otağımızın 10 dəqiqə zamanı qalıb, yəni zamanı da qutulubdu otaq. Doktor Rəhim bəydən aldıq. Doktor, sizi eşitmək, Doktor Ziya Səd, sizi eşitmək səadətdir. Buyurun. من سلام عرض edirəm آقای دکتر Ağbayrağın xidmətlərinə, həmintor Kimya xanım sizə və otağı idarə edənlərin hamısına, Eliyar bəyə və Özgür bəyə, hamıya və xanımlar, ağalara. Kaş izahətdə mən müştaqam ki, o gözəl təhqiqlərini mən də mütəəssifanə eləyəməmişəm, bu necən şirkət eləyəm. Bu Qutad Qublik'ə görə mən çox qısa bir elə əzizlərin, yaxın dostlarla bir söhbət eləmişdim. Bir dostum var,
Hüseyn Validir adı. Doktor Hüseyn Vali. Füzulidən mütəəssir Süleymanoğlu götürüb özünə. Bu tezi doktorasını istədim burada fəqət əzizlərin xidmətlərinə deyəm. Parisdə Qutat Qubliçin üstündə keçirdi. Özü də bir beynəlmiləli tezidir. Yəni Amerikadan da bir nəfər gəlmişdi ki, İngilisi dilində danışırdı. Fransiyanın İngilisiyə, İngilisini Fransaya çevirdilər. Çox da yuxarı dərəcədə keçdi və o da elə Ağay Ağbayrağın tayı ərz eləyim təhqiq eləyib və zatdır və bir çox xoş xəbər verdi. Bunu da Cənab-ı Doktor Ağbayrağın xidmətinə deyirəm və Türkiyədə bunu çap elədilər. Mənə dedi ki, bir həftəyə gələcək yetişə Parisə. Özü Parisdə yaşar. Biyo məndən yaxın qədimdən dostluq. Yəni Şəhriyarın 40-dan dostluq. Rəhmətli Ustad Şəhriyarın. Oradan tanış olmuşam. Biyo Ustad buyuran kimin də sözə son qoyuram. Bu Qutat Qubliç bir demək hökumət, yəni qanun və ədalət, dövlət, əql və bir növ ariflik, qurtulmaq, istəməkdən qurtulmaq və varəstəlığın bir-birinin yanında qoşa getməsidir. Mənim zadım mesela düşüncəm ondan. Der hər hal bu zimninki şeirdir və elə bizim doğudan şahnaməmizdir. Mintaha üstürə əvəzinə əql üstündə gedir. Fərqi budur istədim demiş olam. Der hər hal mən ümidim var ki, gələn həftələrdən gələm və əzizlərin xidmətlərində olam və ustadın məhzərindən istifadə eləyəm. Təşəkkür edirəm. Çox sağ olun ay Döhdür. Düzdür, Rəhim bəy bizdən xudahafizlə bəlkə gecən xeyri dedi, amma əgər müsait olsalar, bəlkə bir şeylər yenə əklərdilər. Mən çox könlüm istirdi. Ay Bədinin bir gözəl o fəlsəfə məsələsinə. Bu kitab çox Türk dünyasında gözəl fəlsəfə var, amma bizi o fəlsəfədən uzaq saxladılar. Mən çox dirənirəm ki, bu fəlsəfə məsələsini biz millətimizin arasında çox gözəl yaya bilək. Xahişim ki, var da ay Döhdür. Döhdür Ziyanın Ferdosiyə görə, Şahnaməyə görə otaqları var. İnşallah bu həftədən başlanacaqdır. Çox ürəyim istəyirdi bir taytelimiz ola. Qutat Qubliklə bu Şahnamə ki, hər halda özlər deyirlər. Biz ki demirik, yığıntı bir kitabdır Əbu Mənsurinin. O yan bu yandan tapıblar, bir hindidə çap eləyiblər, hər halda nə siyasət gedirmiş. Amma bir dənə bu gözəllikdə İran kimin ölkədə, Türk ölkəsindəki İran var idi. O İran adlanan, sonra adlanan. Amma bu fəlsəfə kitabı açılmayıb. Mədrəsədə bizə dedilər, elm behtərəst, ya servət. Bu kitab deyir ki, sirvətlə ilmin müqayisəsinədir. Buralardan götürüblər və bizləri bu cür məşğul eləyiblər, oradan qafil olaraq. Yəni xahişim ki var, əgər olsaydı Döhdür bəy, maykınızı istəsəz açın, istəməsəz biz musiqini axırda otaqda qoyacağıq. Amma bir otağımız olsun, siz olun, çox könlüm istəyir ay Bədi gəlsinə fəlsəfə bəxşində və Döhdür Ziya. Bir bu müqayisəyə keçək, bəlkə neçə cələsələr lazımdır. Ay Döhdür Bağban Kərimi də mən dəvət elərəm. Bu iki kitabı nəinki müqabil müqayisə deyirlər ha, vəli bu Fars millətinə bir şeyləri, bəlkə öz millətimiz, heç Fars milləti Döhdür, öz millətimiz ki, onlar ki faslaşıblar da, onlara bəlkə bir şey sunaq, o fəlsəfə şərqi dünyasından götürüblər. Buna gətiriblər məsələn bir dənə Cəhan dünyanın böyük kitabı Ferdowsi adlanıblar ki, içində qardaş öldürmə vardı. İçində heç bəlli dənəmə, təhinə gedəndə bir şeydə Döhdür Ziya burada cəsarətimi bağışlasınlar. Amma istəyirəm deyəm, çox yaxşı olar, əgər bu iki kitabı bir otaq açaq, bunlar bu taytelinə, mən sizdən dəvət edirəm ay Döhdür Rəhim Ağbayraq.
Döktür Ziya da ki, Şahnamə bəxşində. Bilmirəm, mənim xas ərzim olmayacaqdı. Əgər Məcid sən üstə gəldin, bir sözün olacaq, sən də buyur. Axır sözü verək Rəhim və ya ki, musiqi ilə utamız hər zaman kimi bitirək. Buyur Məcid. Səsim var Kimya xanım. Bəli, əziz Məcid var. Bir nöqtədə bunu işarə edeyim ki, bu kitabın müqəddəməsinin, Qutad Buluğu müqəddəməsinin ehtimalən Yusif Xassacı özü yazmayıb. Sonra müqəddəməsində deyir ki, bu kitaba İranda deyirlər Şahnamə, Turanda deyirlər Qutad Buluğu, Rumda nə mənə deyirlər, Çində nə mənə deyirlər. Bu kitab çap olandan, nəşr olandan sonra bu adı veriblər. O yəqinən kitab yazılanda ki, bu adı verməzlər biləsinə. Sonralar ki, nəşr olub gedibdi, bu adları veriblər biləsinə. O Şahnamə ki deyirlər, o müqəddəməni yazan bu adı qoyub üstünə. O da bəlli deyil düz ona. Bu iki dənə şeir Yusif Xassacıbdan deyim ki, çox önəmlidir. Yusif Xassacıb həm əsliyyətinə və həm dilinə çox əhəmiyyət verir sözlərində. Biri ki deyir, ölümü unutma, hazırlığını qıl, ölümü unutma, hazırlığını qıl, özünü unutma, kök əslini bil. Yəni o əsliyyətini və türk olmağını deyir, işarə edir. Bir yerdə deyir ki, bu türkçə qoşuqlar tuzatdım sana, oku da unutma, dua qıl bana. O türkçə kitabına işarə edir. Çox sağ olun, təşəkkür. Çox yaşayasınız. Təşəkkürəm ay Döktür. Axır sözü sizdən eşidəm. Mən də sizdən xudahafizlik eləyirəm. İnşallah gələn şənbəyə Döktür Ziyanın da otaqlarını hər halda reklam olunur. İnşallah xəbərdar olarsınız. Bir də yollayırıq linklər dostlara. Döktür Rəhim bəy, buyurun. Bəli, çox sağ olasınız. Keçən bölümdə dedim ki, hər nə mənlə nəqddən məsun olsa, o ələki, yəni yalancılıq bir təqəddüs yaranar ki, diktatorluğa müncər olar. Çi bir fərd, çi bir kitab, çi bir şair, hər kəsin mövridində əgər bu olsa. Təəssüf olsun ki, indi bir durum deyək ki, bu Şahnamə ya Firdevsi bir dənə üçün onun sonra Vəhdət Bəxşi milli olubdu və gəlib pulların üstünə 500 minliğin üstündə taza çap elədilər də. Düzdür, Məqbər Tuşəradır bir xala xatirin qalmasını 2000 tümənlik heç yerdə 2000 tümənə bir dənə nəzüsünə deyim, püfək də verməzlər, heç də verməzlər də. Amma onun üstünə bir nəmadin surətdə bir çap elədilər. Amma 500 minliğin üstünə 1 milyonluğun üstündə yuxarı pullarda bunlar çap olmurlar. Orada üçün çap olubdu. Mən də bir Kimya xanım, real bir insanam. Realistəm, yəni doğruları görürəm. Bizim camiəmizdə bu ənasıra çox toxunanda siz əl-qolunuz bağlı olur. Yəni mən eləyə bilmirəm, nəqd eləyəm ya tutuşduram. Biz elə Qutad bu bilikdən öz dilimizdən, öz fərhəngimizdən desaq tutuşdurmamış, yəni mən özümü deyirəm ha, bu şivə ilə gedirəm ki, eləyə bilək artıq sizin xidmətinizdə olaq. İnşallah ki, yaxşı gecəz olsun hamımıza. Biz o birisi dillərin, ədəbiyyatı oldu, şeirlər oldu, hamısına sayğı duyuruq. Amma nəqddən də məsun görmürük. Amma bu moriddə mənim əl-qolum bağlıdır. Yaxşı gecəz olsun, sağ olasınız. Çox yaşayasınız. Sağ olasınız. Buyur Özgür bəy. Yaşasın deyirəm. Kimi xanım sizə səs eşitdik, çox söyündük. Cəm Döktür Bayraq həmişə kimi bizi bilgiləndirdilər. Bugünümüzlə dünənimizin çox fərqi oldu. Cəm Döktür Ziyada aramızda görməyə çox sevindim. Mən yoldaşlardan istirdim bir dənə yenə də xahişdə bulunam. Yəni bu dəyərli sözlərin deyilməsi, bu qədər vaxt qoyulması bir tərəfə, bunların yayılması da ikinci tərəfdə çox böyük önəm daşıyır. Ona görə yoldaşlardan istərdim ki, elə cənab Döktürün öz səhifəsindən ya bizim səhifələrimizdən bu danışılan qonuları başqa yoldaşlarımıza çatdırsınlar. Sağ olasınız. Eliyar bəy, buyurasın. Min yaşayın. Çox təşəkkür edirəm. Kimya xanım, sizinlə bilirəm söhbətiniz varsa buyurun genə, yoxsa Özgür bəy son mahnıda sizdən eşidək və otağımızı bağlayaq da gələn otaqlarımıza qədər. Var olun, sağ olun. Ey vətən oğlu düşün, bil ki sənindir bu vətən. Sabahın, həm bugünün, həm dünənindir bu vətən. Sənin öz dövlətin, öz millətin, öz cəddin var. Vətən uğrunda ölənlər ölümündən doğular.
Biz vətən məcnunu el aşıqı sülh əsgəriyik. Biz vətən naminə ölsək, birilərdən biriyik. Mənim öz ulduzumu bağrına basmış hilalım. Dedi öndər yönü bayraqdakı üç renkdən alın. Sən bu gül bayrağın altında məramınca yaşa. Qoyma düşmən nəfəsindən ona çirkab bulaşa. Sənin öz bayrağının kölgəsi cənnətdir sənə. Güneş her gün doğur ancak içimizden vətənə. Bizim iqbalımızı yazdı kılıncın kəsəri, bizi biz etdi dədəm Qorxud Oğuznamələri. Ey Azərbaycanımız, Türkün Oğuzlar vətəni, ər oğullar, ər igidlər, kişi qızlar vətəni. Sənin haqqındır azadlıq, sənin eşqindir iman. Tapınar haqqa və insanlığı haqdan doğulan. Bəşərin dərdini öz dərdi bilib millətimiz, bizim öz niyyətimizdən doğur niyyətimiz.